Sabahınız xeyir olsun, əziz səhər çağı izləyicilər. 22 may tarixində xoş gördük hər birinizə gözəl gün, gözəl enerji, pozitiv əhval-ruhiyyə arzulayırıq. Buna da qatqı qatmaq üçün həmişə olduğu kimi bizi izləyirsiniz. Günün səhər çağı hər zaman insanda xoş ümidlər oyadır ki, görəsən gün boyunca davam edən saatlarda qarşıda bizi nə gözləyir? Bu sizin özünüzdən asılıdır. Biz də çalışacağıq ki, bir efir bələdçisi kimi sizinlə bərabər olaq. Bəli. Sizə təqdim edəcəyimiz məlumatlar, sizi görüşdürəcəyimiz qonaqlar, musiqili insanlar düşünürük ki, səhər çağını bəzəmək üçün gələrək Mədəniyyət kanalında səhər çağında hər birimiz bir yerdə, bir kollektiv şəkildə çalışacağıq ki, səhərinizi bəzəyək. Odur ki, digər kanallara köklənmək yox. Məhz Mədəniyyət kanalında səhər çağında səhərinizi bizimlə bərabər açın. Qəlyan altı hazırlayanlar, işə hazırlaşanlar, Bəli. hər bir işiniz avan olsun. Biz də bugün yeni təqvimdə, 22 may günündə yeni təqdim edəcəyimiz materiallar Bəli, var. məlumatlarımız da kifayət qədərdir. Xüsusilə mədəniyyət aləmində baş verən ən son yeniliklərdən agah olmaq istəyirsinizsə, bizi diqqətlə izləyin əziz tamaşaçılarımız. Artıq əhval-ruhiyyənin pis olmağına deyərdim səbəb yoxdur. Çünki havalar da artıq günəşlidir. Sən düşünürsən düzəlir. 24-dən qədər düzdür qeyri-sabit hava şəraiti. Rayonlarda leysan, yağışlar, xüsusilə Biraz də sevinmək daşqınlar istəyirdim. var. Yox, daşqın da əməlli başlı, amma ki paytaxtda hələ ki günəşli havadır. Bu da Ümid bizə təsir edirik edəcək düzələr, təbii əhval-ruhiyyəmizə. ki. Odur ki, pəncərələri bağlayın, amma televizoru yandırın. Paytaxtımızda Türk Dövlətləri Birliyinə məxsus bir neçə ölkənin nümayəndələri qonaqdılar. Onlar elə səhər çağında da bizim proqramımıza təşrif buyuracaqlar. Qarşıdakı saatlarda gözəl bir söhbət gözləyir sizi, mövzu ətrafında. Bəli. Hədəflər Amma- nədir, gəlmə məqsədləri Bəli. nədir, bu barədə danışacağıq. Mədəni əlaqələrdən geniş şəkildə söhbət açacağıq, amma ilk xəbərimizi istəyirəm Nailə xüsusi və qürur verici bir xəbərlə başlayaq. Çünki elə görüntülərimiz də var, təqdim olunsun, zəhmət Bu olmasa. görüntülər xüsusilə də Azərbaycan idman sahəsində qazandığımız uğurların növbəti bir təntənəsidir və Azərbaycanda Hidayət Heydərova dünya çempionu kimi qarşılayıb və onu təbrik edənlər sırasında birinci vitse-prezident Mehriban Əliyeva judoçu Hidayət Heydarovu təbrik edib öz Instagram səhifəsində və bu münasibəti ilə təbrikdə deyilir. Judoçu Hidayət Heydarovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Mükəmməl çıxış edən idmançımız yenilməz iradə, əzmkarlıq və məharət nümayiş etdirərək parlaq və inamlı qələbə qazandı. Gərgin əməyinə, Azərbaycan azarkeşlərinə bəxş etdiyi sevincə görə judoçumuza təşəkkür edir. Ona möhkəm can sağlığı, yeni qələbələr və nailiyyətlər arzulayıram. Bəli, bu idman sahəsində növbəti bir qələbəmizin nümunəsi idi. Sonuncu dəfə qızıl medalı bizə 2013-cü ildə judo üzrə dünya çempionu Braziliyada 2013-cü ildə İlham Məmmədov bəxş etmişdi. Aradan gör neçə vaxt məsafə keçir. 11 il keçir və düşünürük ki, bu növbəti dəfə dünya çempionunun judo üzrə məhz Azərbaycandan olması, Azərbaycan bayrağının yenidən dalğalanmasını bizə hidayət bəxş etdi. Abu Dhabidə. Bəli. Və təbii ki, hər birimiz qürur duyuruq, sevinç hissi yaşayırıq. Əsas hissənin 10-cu saniyəsində təsəvvür edirsən artıq bitməyə qalmış, 10 saniyə bitməyə qalmış bir həmlə ilə irəli çıxmaq. Bu ancaq Azərbaycanlı judoçuya məxsus olan bir xüsusiyyət, keyfiyyət ola bilər. Ürəkdən təbrik edirik. İppon xalı ilə yəni. İppon xalı ilə. Təbrik edirik ürəkdən idman ictimaiyyətini və davam edək. Davam edirik əziz tamaşaçılarımız. Qeyd etdiyimiz kimi 3-cü Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək. Mayın 24-dən 31-nə qədər olacaq bu tədbir. Mayın 24-dən saat 11-də Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının önündəki Elmlər Akademiyası parkında təşkil olunacaq bu festival. 3-cü Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olacaq və 8 gün ərzində müxtəlif elmi konferanslar, konsertlər, simpoziumlar, şeir saatları, hətta tanınmış simalar və
türk yazarlarının imza günləri də təşkil olunacaq ki, düşünürük bu növbəti bir dostluq bayramına çevriləcək. Bu qarşılıqlı dostluq münasibətləri xüsusilə də Türk Dövlətləri Birliyinə məxsus olan və artıq bir neçə ildir ənənəyə çevrilən mədəniyyət günlərinin təşkili, artıq demək olar ki, bizim Azərbaycanın və bir çox digər Türk dövlətlərinin mədəniyyət günləri bir neçə illərdir keçirilir. Bəli. Və Tacik mədəniyyət günləri, Türkmən, Tacik, Özbəkistan mədəniyyət günləri bir neçə gündür ki, artıq davamlı şəkildə həyata keçirilir və növbəti belə Deməli belə mədəniyyət günləri keçiriləcək, xüsusilə Tacikistan mədəniyyət günləri. Azərbaycan ilə Tacikistan arasında əlaqələrin köklü tarixi var və iki ölkənin münasibətlərində mədəni əməkdaşlıq əhəmiyyətli mövqeyə malikdir. Müxtəlif illərdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, paytaxtlarımızda təşkil olunan kitab sərgilərində iştirak, eyni zamanda iki ölkənin yaradıcı kollektivlərinin səfərləri və s. mədəni əməkdaşlığın göstəriciləridir. 23 may tarixinə kimi davam edəcək Tacikistan mədəniyyət günləri ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına yeni töhfələr də verəcək. Mayın 20-sində saat 17-də Mədəniyyət Günləri çərçivəsində Nizami Kino Mərkəzində Tacik kinosu günlərinin açılış mərasimi olmuşdu. Mərasim zamanı Rüstəm və Zöhrab filmi nümayiş etdirilmişdi. Həmin gün saat 18-də Heydər Əliyev Mərkəzində Tacikistan rəssamlarının rəsm əsərləri, xalq sənətkarlıq nümunələri və milli geyimləri sərgisi açılıb. Axşam saat 19-da isə Heydər Əliyev Mərkəzində Tacikistan mədəniyyəti günlərinin təntənəli açılış mərasimi keçirilib. Qonaq ölkənin incəsənət ustalarının qala konserti təqdim olunub. Mayın 21-də saat 16-da Nizami Kino Mərkəzində kinosevərlər şöhrətlənən Sarəzm sənədli filmini izləyiblər. Bugün isə mayın 23-ü saat 16-da Nizami Kino Mərkəzində Tali, Fortuna bədii filmi göstəriləcək. Mədəniyyət günlərinin sonuncu günündə, yəni mayın 23-də Nizami Kino Mərkəzində saat 16:00-da Tacik kinosu günlərinin bağlanışı olacaq. Kinosevərlər güzgü bədii filmini izləmə imkanı əldə edəcəklər. Həmin gün axşam 19:00-da isə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Tacikistanın incəsənət ustaları tərəfindən konsert proqramı da təqdim olunacaq. Növbəti gün mayın 23-də bağlanış mərasimi olacaq və bu günlük yenə də dostluq münasibətlərinin təcəssümüdür. Düşünürəm ki, bütün Türk Birliyi dövlətlərinə məxsus olan mədəniyyətlərdə soy kökü eyni olduğundan o təqdim olunan nümunələr də demək olar ki, bir-birinə bənzər və oxşardır. Və festivallar da xüsusi maraqlı məqamlarla xatirələrə yazılır deyərdim. Çünki hər dəfə bax bu cür festivallardan sonra studiyamıza təşrif buyuran qonaqlar öz təəssüratlarını tam başqa şəkildə ifadə edirlər və həqiqətən də ömrümüzə, tariximizə yazılan xüsusi bir gün kimi qeyd edirlər. Bu da təbii ki, hər birimizi sevindirir və belə festivalların da, günlərində tez-tez təşkil olunması təbii ki, mədəniyyətlərimizin daha da sıx birləşməsinə şərait yaradır. Davam edək və musiqi mədəniyyətində elə məşhur simalar var ki, onlar həm xanəndə, sənətkar, pedaqoq, araşdırmacı kimi tanınır və bunlardan biri də xalq artisti Zümrüd Məmmədov. Uzun illər Azərbaycan musiqi mədəniyyətində bir çox mahnıların ifaçısı kimi, hətta silahlı qüvvələrdə orkestrin solisti kimi mahnılar ifa edən Zümrüd xanım pedaqoji fəaliyyətlə Zümrüdlə məşğul olub. 70 illik yubiley tədbirləri çərçivəsində Zümrüd xanımın həyat və yaradıcılıq yoluna diqqət nəzər salınır. Onda nəzər salaq, süjetimizi izləyək.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində xalq artisti Zümrüd Məmmədovanın yaradıcılığına həsr olunan tədbir keçirilib. Mən xalqımızın istər şad günlərində, istər ağır günlərində nə qədər fəaliyyətim olub, həmişə canı qəlbdən iştirak eləmişəm. Bu gün də iştirak eləyirəm hər tədbirdə, hər bir konsert tədbirlərində. Bundan sonra da nə qədər canımda can var, yenə də mən hazıram, necə bir əsgər kimi, 25 ilin əsgəri kimi. Tədbirdə bir sıra mədəniyyət və incəsənət xadimləri ilə yanaşı xanəndənin sənət dostları və yaxınları da iştirak edib. Zümrüd xanım Azərbaycan musiqi mədəniyyətində böyük rola malik bir sənətkardır. Çünki o istər xanəndəliyi ilə, istər elmi fəaliyyəti ilə, istərsə də hərbi orkestrın solisti kimi bir çox uğurlu addımlara imza atmışdı. Zümrüd xanım hərbi musiqi sənətində ilk dəfə olaraq həm ilk qadın solist olmuşdu, eyni zamanda da novatorluq göstərib marşlarda muğamlar ifa edən ilk xanəndəmiz idi. Hər bir sənətkarın həyatında onun şah əsəri olur. Zümrüd Məmmədovanın da həyatında qatar muğamı böyük rol oynamışdır. Qatar muğamını bir çox festivallarda çıxış edən Zümrüd Məmmədova həmin festivalların qalibi, birinci yerin mükafatçısı olmuşdur. Zümrüd Məmmədova bu gün də Bakı Musiqi Akademiyasının Elmi Tədqiqat Laboratoriyasında baş elmi işçi kimi fəaliyyət göstərir. Onun iki böyük layihəsi, Azərbaycanın cənub bölgəsinin folklor yaradıcılığı və Qərbi Azərbaycan xalq mahnılarının yaradıcılığı ilə böyük layihə üzərində işləyir. Çıxış edənlər xalq artisti Zümrüd Məmmədovanın zəngin pedaqoji fəaliyyətindən də söz açdılar. Onda qeyd edək ki, xanəndə muğamlarımızın tarixinin araşdırması çərçivəsində elmi məqalələrin metodik tövsiyələrinin də müəllifidir. Zümrüd xanım ümumiyyətlə çox səmimi insandır, həm də əsl sənətkardır. Zümrüd xanımın sənətkarlığı ilə başqa onun elmi araşdırmaları da var. Onun nə qədər inkişaf etdiyini gözümün qabağındadır bu. Görürəm ki, çox can atır mahnıları araşdırmasına. Zümrüd xanıma təbrik eləyirəm, ürəkdən can sağlığı, yaradıcı uğurları arzulayıram. Tədbirdə iştirak edənlər Zümrüd Məmmədovanı təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzuladılar. Nərmin Aslan, Fidan Eldarova, Əli Abbasov, Səhər Çağı. Davam edirik. Əziz tamaşaçılarımız, əslində kadr arxası məqamlarda da çox maraqlı bir söhbət gedirdi. Əslində bütün qeyd elədiyimiz mədəniyyət xəbərlərində də Türk Respublikalarının əlaqələrindən danışdıq, mədəni əlaqələrindən danışdıq. Bu birlikdən, bu münasibətin nəticəsindən danışdıq ki, və bunun da nəticəsi olaraq ölkəmizdə də bir çox festivallar təşkil olunur. Amma bir maraqlı layihə haqqında danışacağıq. Əslində bu tam yerində atılmış addımdır deyərdim. Çox fərqli və düşünürəm ki, hər kəsi də maraqlandıran bir mövzudur. Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı layihəsi. Və bu layihə haqqında qonaqlarımız ətraflı danışacaqlar. Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri və hamımızın çox dəyər verdiyimiz aprel döyüşlərinin şəhidi polkovnik leytenant Raquf Orucovun həyat yoldaşı Sevinç xanım Orucova Səhər Çağında bizimlə bərabərdir. Və bir qonağımız da var. Şimali Kipr Türk Cumhuriyyətinə Rauf Denktaş və Düşüncələrini Yaşatma Dərnəyinin prezidenti Latif Akça bizimlə bərabərdir. Sabahınız xeyir, xoş gəlmişsiniz. Türk dövlətləri mədəniyyətinin birliyi var. Ölkələr arasında diplomatik əlaqələr kifayət qədər inkişaf edir. Və bizim nə qədər dərin bir soy kökümüz olsa da, amma şəhid ailələrini vəhdət şəklində bir arada görmək bu ilk layihədir Sevinç xanım və düşünürük ki, gərəkli, əhəmiyyətli və gələcək nəsillər üçün örnək ola biləcək bir layihədir. İstərdik bu barədə sizdən eşidək. Haqlısınız. Öncədən təşəkkür edirəm dəvətiniz üçün və bizim layihəmizə bu qədər önəm verdiyiniz üçün. Həqiqətən həm türk xalqları üçün, həm də Azərbaycanın şəhid ailələri üçün bu çox önəmli bir layihədir. Biz son 2 il ərzində Zəfər Şəhid Ailələrinin Dəstək İctimai Birliyi olaraq Türkiyə Cumhuriyyətində bir çox
layihələr həyata keçirmişik və həm şəhid övladları üçün yay düşərgələri, eyni zamanda bu yaxınlarda Çanakkale'yə şəhid ata-analarının səfərinin təşkili və Nevşəhər bölgəsinə şəhid ailələrinin səfərlərinin təşkili bir sıra davamlı layihələr həyata keçirdik. Və biz düşündük ki, bu layihələrin Azərbaycanda da reallaşması artıq zamanıdır. Çünki Azərbaycan son 3 ildə Qarabağ müharibəsində qazandığı zəfərlər və son yola saldığımız 2023-cü ildə Xankəndi və Xocalının işğaldan azadlığı ilə davam edən antiterror əməliyyatları nəticəsində qazandığımız qələbələr Azərbaycan haqlı savaşının sonuna gətirib çıxartdı və biz artıq qalib xalqıq, biz artıq zəfərləri ilə qürurlanan, fəxr edən bir xalqıq və eyni zamanda bizim bu qələbəmizin arxasında qanı ilə, canı ilə mücadilə edən şəhidlərimiz oldu. Biz onları vətən uğrunda fədakarcasına döyüşə şəhid olduqlarının şahidi olduq və eyni zamanda onlar qəhrəmanlıq irsi ilə bizim gələcək nəslə böyük bir örnək yaratdılar və düşündük ki, artıq bu Türk respublikalarında, eyni zamanda bizim qardaş Türkiyədə və qardaş Türkiyənin yavru vətən adlandırdığı Şimali Kipr Türk Cumhuriyyətində də azadlıq mücadiləsi uğrunda, şəhidlik uğrunda zirvəyə ucalan qəhrəmanlarımızın ailələri var və onları Azərbaycana dəvət edək, Qarabağımızı tanıdaq, bizim qəhrəmanlıq zirvəmiz Şuşanı tanıdaq, Ağdamı tanıdaq və eyni zamanda Xocalı faciəsinin yaşandığı bölgəni tanıdaq və bu məqsədlə qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə bizim Türk dünyası ölkələrinin şəhid ailələrinin əməkdaşlığın genişləndirilməsi çərçivəsində irəli sürdüyümüz layihə uğur qazandı və onların dəstəyi ilə, qeyri-hökumət təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə biz bu layihəni reallaşdırırıq bugün. Artıq ilk olaraq Şimali Kipr Türk Cumhuriyyətindən qonaqlarımız dünən 20 nəfərlik heyətlə, 12-si şəhid ailəsi üzvü olmaqla və 8-i isə qeyri-hökumət təşkilatlarını təmsil etmək üçün ölkəmizdə qonaq olaraq səfərdədirlər. Bu, eyni zamanda ölkələrimiz arasında həm də qeyri-hökumət təşkilatlarının birgə əməkdaşlığının bariz nümunəsidir, möhkəmlənməsidir və həm də qeyri-hökumət təşkilatı olaraq bizlər Zəfər təşkilatı olaraq bu işlərin özülünü qoymağa çalışırıq. Çünki bizlər vətəndaş cəmiyyəti olaraq bu əlaqələr ilk növbədə insanlar arasında yaranmalıdır, möhkəmlənməlidir, bağlar qurulmalıdır, dostluq telləri yaranmalıdır ki, onun üzərində dövlət səviyyəsində qurulan dostluqlar da möhkəmlənir. Və o uğurlu qeyri-hökumət təşkilatları layihəsi çərçivəsində mən əminəm ki, bizim bu layihəmiz də uğur qazanacaqdır. Biz ilk olaraq Zəfər yay məktəbini icra etmişdik Şuşa işğaldan azad olunanda və əminəm ki, bu layihəmiz də uğurlu bir vətəndaş cəmiyyəti layihəsi olaraq uğur qazanacaq və həm nümunə olacaqdır. Gələcək əməkdaşlıqlara, gələcək Türkiyə Respublikasında olan digər bölgələrdə yaşayan şəhid ailələri dərnəkləri ilə əlaqələrimizin genişlənməsinə də yol açacaqdır. Lətif bəy, baxın, siyasətdə birlik var, vəhdət var, ictimai həyatımızda, cəmiyyətimizdə, mədəniyyətdə belə bir ortaq türk bir vəhdəti var. Amma şəhid ailələrinin və şəhidlik məqamının uca olduğu qədərincə bu ailələri bir toplum şəklində bir araya gətirmək, bu özü də bir vətənpərvərlik nümunəsidir. Necə düşünürsünüz? Siz də maraqlı olar eşitmək. Öncelikle çok teşekkür ediyorum. Bugün bizlere zaman ayırdınız. Kuzey Kıbrıs Türk Cumhuriyeti'nden tüm sizleri seven dostlarımızdan sevgiler getirdim. Dost Azerbaycan'a, kardeş Azerbaycan'a. Teşekkürler. Öncelikle Karabağ zaferini kutlayarak başlamak istiyorum. Çünkü bizler bunu 1974'te Türkiye Cumhuriyeti'nin desteğiyle, Mücahit'le Mehmetçiğin büyük mücadelesiyle barışımıza, çözümümüze ve şu andaki mevcut Kuzey Kıbrıs Türk Cumhuriyeti Devleti'ne özgür bir şekilde kavuştuk. Karabağ'da artık azadlığına kavuşmuştur. Yıllarca bizler de sizleri izleyerek, yani orada annelerimiz, babalarımız adeta ağlayarak Karabağ Türktür, Türk kalacak sloganlarıyla hep Azerbaycan'ın yanında olmaya çalıştık. Konferanslarda, seminerlerde, birçok eylemde bizler de hep sizlerle birlikte olmaya çalıştık. Ama Sayın Aliyev'in de komutanlığındaki bu Türk devletlerinde şu anda cesaretlendiren bir kahramanlıktır. Baktığımızda belki de 200 yıldır Azerbaycan bu kadar iyi olmamış ve
kendine bu kadar toprak katamamıştır. Ve Aliyev'in de ve aziz şehitlerimizin ve değerli gazilerimizin de büyük bir kahramanlık mücadelesiyle sizlerin de hep birlikte, yani tek bir devlet, tek bir millet olarak burada yaptığınız mücadele aslında şu anda Türk Devletleri Teşkilatı'nın sizlerin de bahsettiğiniz gibi cesaretlendirmiş ve Karabağ'dan sonra Türk Devletleri Teşkilatı da Sayın Erdoğan'ın da büyük destekleriyle Türkiye Cumhuriyeti'nin kurulmuştur. Bizler de oraya Kuzey Kıbrıs Türk Cumhuriyeti Devleti olarak biliyorsunuz gözlemci üye olarak alındık ve Sayın Aliyev'de geçenlerde Cumhurbaşkanımız Sayın Ersin Tatar'ı 15 Temmuz'da Şuşa'ya davet ederek büyüklük göstermiştir. Ona da ayrıca buradan çok teşekkür ediyoruz cesaretinden dolayı. Çünkü onun cesareti diğer Türk devletlerini de cesaretlendirmekte ve bizim hayalimiz olan Kızılelma'yı, Turan'ı inkişaf etmektedir. Bu yüzden bunların aslında tüm Türk ulusuna bizler hayırlara vesile olmasını istiyoruz. Ayrıca Sayın Mihriban Aliyev'e de buradan teşekkür ediyoruz. Çünkü biz onu da izliyoruz. Karabağ'da gördük, köy köy gezdi. İşte camilerde, kutsallarımızda, çocuklarımızın, ailelerimizin yanında onların da büyük gayretleri oldu. Ona da ayrıca çok teşekkür ediyoruz büyük çabalarından dolayı. Sayın Sevinç Başkanıma ayrıca teşekkür ediyorum. Çünkü onunla tanışmak bizim için büyük bir mutluluk. Yollarımız kesişti. Ve onun da ortaya koyduğu çok önemli bir proje vardır. Bu proje Türk Devletleri Teşkilatı'ndaki devletlerin ardından geçen hafta sizlerin meclisi olan Azerbaycan'ın milletvekillerinin oluşturduğu dostluk meclislerinin Kuzey Kıbrıs Türk Cumhuriyeti'ni yaptıkları ziyaret, bu tarihi bir ziyaretti. Ama şimdi sivil toplum örgütleri hem dinde, dirde, kültürde ortak olan bizim devletlerimiz bugün acılarını da ortak yaşamaya başlamıştır. Acılarını birleştirmiştir. Bu daha da büyük bağlar oluşturmaktadır. Temennim daha da çok sivil toplum örgütünün bir araya gelerek daha da köprüleri sıklaştırması ve bizim hayalimiz olan Turan'ı, yani Kızılelma'yı, Türk'ün birliğini, çünkü Azerbaycan bir coğrafyadır, Kıbrıs bir coğrafyadır, Türkiye bir coğrafyadır ama biz hepimiz Türk'üz. Biz Türk milletiyiz. Bu yüzden bunun için mücadele ediyoruz. Türklüğümüz için onurumuz, şerefimiz, gururumuz ama daha çok bekamız ve çocuklarımızın gelecekte daha özgür, daha bağımsız bir devlette çalışmaları ve gayret göstermek için uğraşmaktayız. Latif Bey, kitablar görürük masanın üzerinde. İstəyirəm Tabii ki, onunla tabii bağlı ki. da məlumat Şimdi verərdiniz bizə. bizler kurucu Cumhurbaşkanımız Rauf Denktaş'ı buradan da özlem, minnet ve saygıyla öncelikle analım. Bu yıl onun doğumunun, düşüncenin aslında doğduğunun da 100. yıl dönümüydü. Bu vesileyle Denktaş Vakfı, Kuzey Kıbrıs Türk Cumhuriyeti'nde Toros adlı, sizlere de bunu takdim etmek isterim. Toros adlı bu kitabı hayata geçirdi. Bu kitapta liderimizle ilgili birçok önemli tarihçi, bilim adamı, ilim adamı ve onu tanıyan, onunla beraber mesai yapmış arkadaşlarının aslında makaleleri yer almakta. Bizlere Rauf Denktaş'ı anlatmakta, onun verdiği mücadeleyi anlatmaktadır. Bir diğer kitabımız Kıbrıs 1571-1974. Bu kitabımızda yine 1571'de biliyorsunuz Osmanlı'yla bizler Kıbrıs adasına geldik. Oraları 52.000 şehit vererek aldık. Yani bizim de orada büyük bir bedelimiz vardır. Ardından da 1974'te biliyorsunuz bir İngiliz dönemi geçişi var orada. Rumların bizim üzerimizdeki baskıları, Sevinç Hanım'ın anlattığı gibi bizim de çok şehitlerimiz vardır. Ve bu 1974'te Barış Harekatı ile Türkiye'nin de desteğiyle Mehmetçik ve Mücahidin de omuz omuza vererek bizler de orada azatlığımızı sizin dediğiniz gibi aldık. Tabii ki bizler buradan Rauf Bey'in çok önemli bir lafıyla bunu pekiştirmek isterim. O derdi ki bu vatanı kanları ile bizlere toprak yapmış, vatan yapmış şehitlerimizi asla unutmayacağız. Bəli. Onların bize emanet ettiği bu topraklarda her zaman hazır olacağız, uyanık olacağız, mevzide olacağız. Böyle babamızdan miras bulmuş gibi bu toprakları ne satabiliriz ne verebiliriz. Koruyacağız. Sonuna kadar koruyacağız. Sözsüz ki, vətəni sevməsən, torpağa sevgi olmasa şəhidlik zirvəsinə də ucalmaq qeyri-mümkündür. Və Sevinç xanım, biz istərdik ümumiyyətlə bu layihənin
başlandığı gündən növbəti illərə, deyək ki, qərinələrə qədər verdiyi töhfələrdən də bəhs edək. Çünki bayaq elə qonağımız da qeyd elədi, acımız eynidir və bu şəhidlik nədir deyə o ailələrin özü bilir ki, o acıları yaşamaq, onları gələcək nəsilə bir nümunə kimi ötürmək mütləq vacibdir. Əgər biz unutsaq, yeni faciələrə yol açılacaq. Bunu unutmamaq üçün bax belə layihələrin ərsəyə gəlməsi düşünürük vacibdir. Mən bildirmək istəyirəm, bugün gələn Şimali Kıbrıs Türk Cumhuriyyətindən gələn qonaqlarımızla və bizim şəhid ailələrinin, Azərbaycanın bölgələrindən olan şəhid ailələrinin iştirakı ilə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə böyük bir konferans həyata keçirəcək, reallaşdıracağıq və həmin konferansda mən çox istərdim ki, biz sizin dediyiniz o gələcək, o əsasları, gələcəyin əsaslarının möhkəm, təməlli qoyulması üçün həmin ailələrin bir-biri ilə əlaqələrinin qurulması, bir-biri ilə dostlaşması və acılarının paylaşması üçün onlar bir yerdə görüşəcəklər, 3 gün ərzində davamlı olaraq ünsiyyətlər yaranacaq və biz Qarabağa da hətta düşündük ki, Şuşa, Qarabağ bölgəsinə ziyarətlərdə bizim Azərbaycan şəhid ailələrinin bircə səfərlər etsinlər. Bircə bu bütün proje layihənin icrası müddətində bircə əlaqələri qurulsun və çox istərdim ki, belə layihələr davamlı olsun. Əsası möhkəm qoyulsa, düzgün qoyulsa və sağlam mühit formalarsa, mən əminəm ki, bizim övladlarımızın da gələcəkdə onların övladları ilə, gələcək nəsli ilə əlaqələri də yaranacaqdır. Biz eyni zamanda övladlarımızla bağlı da belə layihələri yürüdürük. Çünki bu layihə davamlı olacaq. Mən ilk növbədə onu da bildirmək istəyirəm. Çünki inşallah yay aylarında Şimali Kipr Türk Cumhuriyyətində fəaliyyət göstərən 2 universitetdə, Amerikan Girne Universitetinin yay məktəbində, eyni zamanda İstanbul Texnik Universitetinin Şimali Kipr filialında Azərbaycanın 30 şəhid övladının tələbə və eyni zamanda yuxarı sinif, son sinifdə oxuyan şəhid övladlarının iştirakı yay məktəbi həyata keçirəcəyik. Yəni bu layihənin həm də davamıdır. Övladlarımız ora səfər edəcək. Bəli, bu layihənin, baxın bugün reallaşdırdığımız layihənin artıq davamı iyul ayında Şimali Kipr Türk Cumhuriyyətində baş verəcəkdir və mühəndislik fakültəsində təhsil alan, Azərbaycanın ali məktəblərinin mühəndislik fakültəsində təhsil alan 10 tələbə şəhid övladı İstanbul Texnik Universitetinin yay məktəbinə qatılacaq, təlimlərə qatılacaq, 15 günlük təlimlər reallaşacaqdır. Eyni zamanda 20 şəhid övladı da Amerikan Girne Universitetinin yay məktəbinə qatılacaqdır. Yəni artıq əlaqələr davamlı düşünürük ki, bu əlaqələr yaransın. Yəqin ki, genişləndiriləcək və biz hər dəfə Türkiyə Respublikasına səfər edəndə mən təklif edirəm ki, mütləq həmin hansı şəhərə səfər ediriksə, orada şəhid ailələrini birləşdirən, qazilərimizi birləşdirən dərnək rəhbərləri ilə görüşək, onların üzvləri ilə görüşək və inandırım sizi, hər dəfə o ailə, bizim bircə gedən şəhid ailə, onların görüşlərini görsəniz, həqiqətən acının milliyyəti olmur, fərqi olmur. Biz eyni millətik. Çəkdiyimiz, yaşadıqlarımız da eyni acılardır. Haqsızlığa məruz qaldıq, sürgün olunduq, torpaqlarımızdan işğala məruz qaldıq. Bu faciələr yaşayan insanların ağrı acıları da eynidir. Və o analar, Şimali Kipr Türk Cumhuriyyətindən gələn bir ana ilə, heyətdə gələn bir ana ilə tanış oldum. Həm ana olaraq həm övladını o müharibədə şəhid vermiş, eyni zamanda həyat yoldaşını da şəhid vermiş. Mən o qadının dözümlüyünə, onun mətanətinə, onun yaşadığı faciənin böyüklüyünə rəğmən onun yaşadığı o qürur hissinə, fəxr hissinə məətəl qaldım. O dedi, onlar şəhid olan mən vətənimi tərk etmədim. Torpaqlarımı tərk etmədim. Çünki orada doğulmuşdum, ora onun qanı tökülmüşdü. Mən onu qoyub gedə bilməzdim. Və baxırıq, həqiqətən türk xalqı olaraq bizim fədakarlığımız, vətənimiz uğrunda verdiyimiz fədakarlıq, göstərdiyimiz mücadilə eynidir. Əvəz olunmazdır. Heç nəyinə vətən torpağını bizim o düşüncəmizə yer edilib artıq. Yeriyib o düşün. Biz vətən torpağını heç bir digər bir sərvətə dəyişəsi deyilik. Dünyanın heç bir yeri, necə deyilir, vətən torpağı bizim üçün çox ölçüyə gəlməz bir sərvətdir. Doğrudur. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik.
və təbii ki, bax bu keçirdiyiniz layihələrin nəticəsi olaraq həmin şəhidlərimizi də, igid oğullarımızı da bizim analarımız, xanımlarımız yetişdirib. Bax bu xanımların, bu ailələrin yenidən bir arada olmağı tariximizin, milli mənəvi dəyərlərimizin, kökümüzün gələcək nəsillərə daha bütöv şəkildə ötürülməsi deməkdir. Təşəkkür edirik bu missiyanı həyata keçirdiyiniz üçün. Minnətdarıq və əlavə eləmək istədiyiniz fikirlər varsa buyurun. Çok teşekkür ederiz tekrardan. Bizleri bugün ağırladınız. Bizleri Kuzey Kıbrıs Türk Cumhuriyeti olarak bilmenizi istiyoruz ki acınızda da, mutluluğunuzda da her daim Azerbaycanlı kardeşlerimizle birlikteyiz. Sizleri de mutlaka Kuzey Kıbrıs Türk Cumhuriyeti'nde ağırlamaktan büyük onur duyarız, şeref duyarız. Her daim orası sizin eviniz olarak. Teşekkür ederim. İnşallah bu önemli çalışmalar daha da geliştirilir ve iki devlet arasındaki bu emperyalistlerin yıllardır oynadığı oyunlar son bulur. Türk Devletleri Teşkilatı'nda da en üst derecede birliğimiz inşallah inşa edilmeye devam edecek. Ortak savunmada, ortak dilde, ortak parada ve daha ortak birçok şeyde. Tekrardan çok teşekkür ediyorum. Biz də sizə təşəkkür edirik və düşünürük ki, dövlət hər zaman şəhid ailələrinin yanındadır. Bəli. Amma belə layihələr sırf cəmiyyətlərin bir ortamda olması, gələcək üçün yeni nəslin yetişdirilməsində məqsədin bir olması, vətən torpaq sevgisi. Bəli. Çünki şəhidlik zirvəsinə ucalmağın hədəfi eynidir. Vətəni sevərək, torpağını sevərək və biz düşünürük ki, bu məktəbi gələcəkdə davam etdirmək üçün belə layihələr və digər başqa bir buna oxşar layihələrin də həyata keçirilməsi vacibdir. Təşəkkür edirik sizə. Xatırladaq ki, Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, aprel döyüşlərinin şəhidi polkovnik leytenant Raquf Orucovun həyat yoldaşı Sevinç xanım Orucova və Şimali Kipr Türk Cumhuriyyətinin Rauf Denktaş və Düşüncələrini Yaşatma Dərnəyinin prezidenti Latif Akçabuyev bizim səhər çağında qonaq edilər. Təşəkkür edirik. Təşəkkür edirik və biz davam edirik əziz tamaşaçılarımız 22 may tarixinə nəzər salacağıq təqvimdə. 20-ci əsr Azərbaycan poeziyasında romantizm ədəbi cərəyanının təşəkkülü və inkişafında mühüm xidmətlər göstərən Məhəmməd Hadi təqvimin bugünü xatırlanır. Şərq bədii estetik fikir tarixinin dərin bilicisi olan bu qüdrətli qələm sahibi bütün istedadını doğma vətənin mədəni tərəqqisi uğrunda mübarizəyə həsr edib. Şairin dövrün mürəkkəb sosial-siyasi mənzərəsini dolğun şəkildə əks etdirən, ictimai həyat hadisələrini fəlsəfi mövqedən işıqlandıran və özünün bənzərsiz sənətkarlıq xüsusiyyətləri ilə seçilən maarifçilik ideyaları ilə zəngin əsərlərində elmin, mədəniyyətin təbliği başlıca yer tutub. Hadi Türk, Şərq və Avropa ədəbiyyatlarını, fəlsəfəsini dərindən mənimsəyərək bütün bu təsirləri şeirlərində yaradıcı şəkildə əks etdirib. Onun bəstəkar kimi formalaşmasında xalq musiqisini dərindən bilməsi, xalq artisti Cövdət Hacıyevin sinfində təhsil alması, daim kamilləşmək, öyrənmək həvəsi böyük rol oynayıb. Söhbət tarixin bugünü dünyaya göz açan xalq artisti Akşin Əlizadədən gedir. Ölkəmizdə çəkilən 42 bədii, sənətli və cizgi filminin musiqisi Akşin Əlizadənin adı ilə bağlıdır. Sizi dünyalar qədər sevirdim, Tütək səsi, Təkcə adanı özünlə apara bilməzsən və digər filmlərin uğurlu alınmasında onun musiqisinin böyük rol olub. Babək, Natavan baletləri, 5-ci simfoniya, xor üçün bayatı, aşıq sayağı, cəngi, kənd suitası, qədim oyunlar, dastan kimi musiqi əsərləri bəstəkarı respublikamızdan xaricdə də populyarlıq qazandırıb. Xalq artisti Mehdi Məmmədov tarixin bugünü dünyaya gəlib. Müxtəlif sənət ocaqlarında əsasən monumental səpkil tamaşalar hazırlayıb. 1946-cı ildən ömrünün sonunadək Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyən sənətkar müxtəlif illərdə kafedra müdürü işləyib. Mehdi Məmmədov Azəri dramaturgiyasının estetik problemləri, teatr düşüncələri, teatrlar, aktyorlar, tamaşalar, Hüseyn Ərəblinski, onun sənət ulduzu, Moskva Akademik Bədai Teatrı, rejissor sənəti, Sabit Rəhman və digər kitabların müəllifidir. Akademik Milli Dram Teatrında hazırladığı Hüseyn Cavidin İblis faciəsi 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb. Onun rejissorluğu bütövlükdə realist monumentallığı və fəlsəfi dərinliyə geniş meydan açması ilə səciyyəvidir. Xalq artisti Yasin Qarayevin doğum günüdür. İnci yumoru, bəzənsə kəskin dramatizmi ilə yadda qalan
lirik psixoloji obrazlar qalereyası yaradıb. Səməd Vurğunun Komsomol poemasında Cəlal, Qeybulla Rəsulovun Şəhərli oğlanında Elşad, İsim Əlikzadənin Sağlıq olsununda Əziz, Gəl qohum olaqda Qara kişi, Süleyman Sani Axundovun Tamahkarında Qulu, Akşin Babayevin Olmuş əhvalatda Qələndərov, Mirzə Fətəli Axundzadənin Hacıqarasında Hacıqara və başqa tamaşalarda bir-birindən fərqli qəhrəmanları ilə tamaşaçıların rəğbətini qazanıb. Aktyor televiziya tamaşalarında da yadda qalan obrazlar canlandırıb. Yasin Qarayevin filmoqrafiyası da maraqlı ekran qəhrəmanları ilə zəngindir. Bəylik dərsində Bolu, Dəvətnamədə Səlim, Fatihlərin divanında Şahid, Ömürdən uzun gecədə Salman obrazları bu qəbildəndir. Diz çökübən səcdə qılan, pəri deyən dillərə, uruyasan ay əllərim, toxunmasan tellərə, Məcnun oldum, düşdüm artıq səhralara, çöllərə, Məcnun oldum, düşdüm artıq səhralara, çöllərə, Sal boynuma zəncirini, ya öldür ya qul eylə. Davam edirik əziz tamaşaçılarımız, məlumatlarımız var yenə, xüsusilə teatr aləmində baş verən yenilikləri sizin diqqətinizə çatdırmaq istəyirik. Mayın 25-də yenidən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında kod adı VXA tamaşası növbəti dəfə nümayiş olunacaq. Teatrdan bildirilib ki, tarixi sənədli faktlara istinadla qurulan səhnə əsərində teatrın 70 nəfərlik böyük heyəti rol alır. Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu tamaşa ötən əsrin 30-cu illərinin mənzərəsini təsvir edir və kod adı VXA Şükrü Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs və sürgün həyatına həsr olunub və 2 hissəli tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacı Əskərli, işıq üzrə rəssamı isə Vadim Kuskovdur. Elə fürsətdən istifadə edib Nalə, Gənc Tamaşaçılar Teatrının kollektivini yeni ad alması münasibəti ilə də təbrik edirik. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı adlanır artıq. Elə gəlmişkən bu repertuara yenidən müraciət, yəni bu tariximizin repressiya səhifəsi, demək olar ki, unudulmayan bir tarixin səhifəsidir və düşünürük, böyük bir heyətlə buna müraciət etmək və yenidən repertuara daxil etmək yaxşı bir ənənədir. Biz isə davam edirik, söhbəti Şuşaya salmaq istəyirik, çünki ilk dəfə olaraq uşaqlar da yaradıcılıqlarını Şuşaya səfər edərək davam etdirəcəklər. Beynəlxalq Uşaq Yaradıcılıq Festivalı keçiriləcək. Şuşa Türk Dövlətləri Birliyinin mədəniyyətin incisidir. Bax, belə bir başlıq altında. Bəli, Elm və Təhsil Nazirliyi ilə bildirilib ki, Şuşada keçiriləcək tədbir 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təşkil olunacaq. Türk dövlətlərinin məktəbliləri Şuşada bir araya gələrək Türk xalqlarının mədəniyyət incilərini təqdim edəcəklər. Bax belə, yəni bu iyunun biri Beynəlxalq Müdafiə Günü, Uşaqların Beynəlxalq Müdafiə Günü. Biz adətən müxtəlif tədbirlərlə, istər paytaxtda, istər bölgələrimizdə xüsusi şənliklər, tədbirlər təşkil olunur.
uşaqlara diqqəti çəkmək, bu dəfə isə Şuşada uşaqlar öz yaradıcılığını inkişaf Bəli. etdirmək üçün. Yəqin ki, rəsm əsərləri, müxtəlif əl işləri, hətta inşa yazan müsabiqədə iştirak edən uşaqlar var ki, onlar da hər zaman Şuşa haqqında öz fikirlərini, düşüncələrini Bəli, bölüşürlər. mütləq şəkildə. Çünki bax, bu cür tədbirlərin xüsusilə az yaşlılar, məktəblilər üçün keçirilməsi çox vacibdir. Tariximizi, gələcəyimizi aşılayırıq biz həmin uşaqlara və xüsusilə Türk dövlətlərinin məktəblilərinin gəlməsi də bu daha da birliyimizin, ortaq mədəniyyətimizin, tariximizin sübutudur. Davam edirik və ötən günlər ərzində və ən çox da bu günlərə təsadüf edən bir sıra mədəni hadisələr var ki, onların təfərrüatı ilə mədəniyyət xəbərlərində diqqət yetirəcəyik. Sonra isə səhər çağında görüşümüz davam edəcək. Təsadüfi tanışlıq nəticəsində ərsəyə gələn sənət nümunəsi. Prototipi Qarabağ qrupuna aid olan bu xalı Azərbaycan Milli Xalça Muzeyi və Latviyanın Xatirə Muzeyləri Birliyi arasında imzalanmış müqaviləyə əsasən ərsəyə gətirilib. Dəryanur adlanan xalçanın maraqlı tarixçəsi var. Bu nümunə Latviyanın Yanis Akurators muzeyində qorunan qədim ağ-qara fotoda öz əksini tapıb. 2021-ci ildə mən səfərdə olmuşdum Rigada və o muzeydə ziyarət elədim və orada onun ailəsinin fotosu, ağ-qara fotosu olmuşdu. Hələ onun yazı masanın üstündə və gördüm ki, bu fotoda Qarabağın xalçası var. Mən onlara təklif elədim ki, bizim muzeyimizdə ənənəvi texnologiya şöbəsi fəaliyyət göstərir. Dedim, gəlin biz bu xalçanı muzeyimizdə bərpa edək və sizin üçün toxutduraq. Xalı Azərbaycanlı və xarici ekspertlər tərəfindən təhlil edilib, onun Qarabağ qrupuna aid Dəryanur xalçası olması, materialı, rəngləri və ölçüsü müəyyənləşdirilib. Belə xalçaların orta sahəsinin kompozisiyasını şaquli istiqamətdə bir-birinin ardınca yerləşdirilmiş göllər təşkil edir. 9 ay ərzində toxunan əl işinin hazırlanmasında təbii rənglərdən istifadə olunub. Bu, Azərbaycan Milli Xalça Muzeyi ilə birgə həyata keçirdiyimiz çox gözəl layihədir. Bizim muzey yarandığı gündən bu günə qədər demək olar ki, dəyişməyib. Lakin bəzi eksponatlar itib. Onlardan biri də məhz bu xalçadır. Biz bu xalçanı ancaq şəkildən tanımışıq. Mən həmin fotonu Şirin xanıma göndərdim və xalçanın yenidən toxunması ilə bağlı müsbət cavab aldıq. Milli Xalça Muzeyində keçirilən təqdimat mərasimində Azərbaycan və Latviyanın rəsmi nümayəndələri iştirak etdi. Çıxış edənlər layihənin hər iki ölkənin mədəni əlaqələrinə töhfə olduğunu bildirdilər. Daha sonra qonaqların iştirakı ilə xalçanın qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi keçirildi. Bundan başqa, əl işinin ərsəyə gəlməsində əmək olanlara təşəkkürnamə təqdim edildi. Təqdimat mərasimindən sonra qonaqlar muzeylə tanış oldular. Bizdən biri serialı ikinci mövsümü ilə teleserial həvəskarlarını sevindirəcək. Filmdə hadisələr birinci mövsümdə baş verənlərdən 5 il sonra cərəyan edəcək. Ekran işinin ssenarisi orijinal oyunun davamı əsasında qurulacaq. Əsas personajlar Ellie və Joel Tommy'nin kommunasında yaşayır. Lakin münasibətləri gərgindir. Bir gün sirli yad adamların peyda olması ilə hər şey dəyişir. Ellie, rəfiqəsi Dina ilə birlikdə onların axtarışına çıxır. I don't care. I wish things were different. But they ain't. Filmin yaradıcı heyəti bildirib ki, ikinci mövsüm sonuncu deyil. Çünki oyunun sujeti bu mövsümdə tam əhatə olunmayacaq. Üstəlik bir çox məqamlarda serialın ssenarisi oyunun sujetindən köklü şəkildə fərqlənəcək. Bundan başqa, Joel'in mövsümün əvvəlində öləcəyi dəqiqdir. Bu rolun ifaçısı Pedro Pascal hələ 2023-cü ilin aprelində verdiyi müsahibədə artıq bununla razılaşdığını bildirib.
Teşekkür edirik. Səhər çağında bir fleyta ifası dinlədik və düşünürük ki, bu qonaqlarımızın gəlişi də çox maraqlı bir söhbət vəd edir. Çünki ilk dəfə olaraq ikinci müasir musiqi günləri keçirilir. Bəli. Yəni ikinci dəfədə keçirilir. Amma müasir musiqi deyəndə nəyi özündə ehtiva edir? Sözsüz ki, elə irəliləyən dəqiqələrdə biz bu barədə danışacağıq. Qonaqlarımızı təqdim eləyə fleyta ifaçısı Ceyran Həsən və dirijor Qiyaz Zeydiye və eyni zamanda layihənin koordinatoru və musiqişünas Şəfaqət Hanım Məmmədova. Xoş gəlmisiniz. Xoş gəlmisiniz dostlar. Salamlayırıq sizi. İkinci Bakı müasir musiqi günləri. Nəyə ehtiva eləyir bu festival özündə? Sabahınız xeyir. Bizi izləyən hər kəsin sabahı xeyir olsun. Bu ikinci Bakı müasir musiqi günləri artıq bu il adından da görüldüyü kimi ikinci dəfədir keçirilir. 20-26 may tarixlərində Bakıda 20-ci və 21-ci əsr musiqisi, akademik musiqisi ifa olunacaq. Bayaq xanım da çox gözəl bir necə deyim, sual xarakterli bir ifadə işlətdi ki, necə olur bu müasir musiqi, nəyə nəzərdə tutulur? Əlbəttə ki, söhbət pop, estradadan getmir. Akademik musiqidə də bir müasir dövrü var. 20-ci əsri əsasən biz nəzərdə tuturuq bu müasir dedikdə. 20-21-ci əsr musiqisindən və bəstəkarlarının əsərlərindən ibarət 20 maydan 26 maya qədər konsertlər təşkil olunur. Bu konsertin təşkilatçısı Bakı Müasir Musiqi Cəmiyyətidir və şübhəsiz ki, Elm və Təhsil Nazirliyinin, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir bu. Bilirsiniz, Müasir Musiqi Festivalı biz Qara Qarayev Müasir Musiqi Festivalı, yəqin ki, xatırlayırsınız, öz kökünü oradan götürür, illərlə keçirilmiş bir festivaldır. Bizim üçün çox xoşdur ki, bizim dahi bəstəkarımızın zamanında adını daşımış bir festivalın, o məramda keçirilən bir festivalın bir növ davamçısı, yəni bu ənənəni unudulmağa qoymadı Bakı Müasir Musiqi Cəmiyyəti, festivalın direktoru Türkər Qasımzadə, festivalın kuratoru Rəna Fəhradova və eyni zamanda bütün bu təşkilati işlərdə bir komanda çalışır ki, onlar bəstəkarlar Səid Qəni, Tahir İbişov, Ayaz Qəmbərli, musiqişünas Sara Timurova, festivalın elmi məsləhətçisi. Yəni, bütün bu, necə deyim, bu 6 günlük festivalın, konsertlərin, tədbirlərin arxasında bu komandanın işi, əziyyəti dayanır. Onu qeyd edeyim ki, festival sadəcə konsertlərdən ibarət deyil. Səhərlər, yəni saat 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində mühazirə, ustad dərsləri keçirilir, hansı ki, bizim qonaqlar onu həyata keçirir, dəvət etdiyimiz qonaqlar. Daha sonra saat 4-də Portretlər adı altında konsertimiz keçirilir. Nə maraqlı adı var? Bəli, bu konsertin özəlliyi odur ki, axşam konsertindən fərqli olaraq Portret konsertdə daha bir ifaçının bir ifaçı olur, yəni səhnədə. O özünə seçdiyi bir... Ceyran xanım necə tək ifa elədi? Ceyran xanımın, onu deyim ki, festivalın ilk günü oldu Portret konserti. O özü öz seçdiyi repertuara əsasən əsərlər ifa elədi. Az öncə dinlədiyimiz əsər də bizim unudulmaz bəstəkarımız və hal-hazırda yaşayır, xaricdə Amerikada yaşayır, fəaliyyət göstərir. Rəhlə Həsənovanın əsəri idi. Rəhlə xanım da oradan da Azərbaycan Bəstəkarlıq Məktəbinin ən fərqli, ən özünə məxsus nümayəndəsidir. Onun əsərini ifa elədi, Ani Xatirələr və festivalın ilk günü də... Oradan da xüsusiyyətlərə görə səhər tezliyi sanki xatirə dünyasını xatırladırdı. Rəhlə xanımın ümumiyyətlə musiqi dünyası çox zərif, çox lətif bir musiqi dünyası var. Mütləq o unudulmamalı olan bəstəkarlarımızdandır. Yaxşı ki, elə Ceyran xanım da səhər-səhər onu ifa elədi və o öz konsertində də, Portret konsertində də Rəhlə xanımın əsərlərinə yer vermişdi və öz seçdiyi proqram. Yəni, Portret konsertlərin konsepti görüntü budur. olaraq, yəni Portret adlanıb da. Yəni bir nəfər var, səhnədə bir nəfər var və o öz istədiyi proqramı ifa edir. İstəyirsə özü də danışır əsərlər haqqında. Bu onun öz görünür, indi efirdə də görürük Ceyran xanımın Portret konsertindən fotoları. Və saat 7-də olan konsertdə isə adətən Muğam mərkəzində keçirilir. Bu isə daha böyük əsərlər ifa olunur. Daha belə, necə deyim, məsələn, elektroakustik, bu bizim elektroakustik ilk gün keçirdiyimiz elektroakustik konsertdir. Belə 20-ci əsrin daha
monumental əsərləri ifa olunur. Yəni ansambllar ifa eləyir. Bizim xaricdən dəvət elədiyimiz bu il festivalda 3 tanınmış ansambl var. Moskva Konservatoriyası nəzdində elektroakustik musiqi mərkəzinin dünən festivalın ilk günü onların konserti idi. Moskva müasir musiqi ansamblı və Avstriyadan gəlmiş Sheffield ansamblıdır. Onlar çox hal-hazırda dünyada bu istiqamətdə, müasir musiqi istiqamətində ən xüsusi imzalardan biridir. İstəyirəm Şəfaqət xanım, elə musiqi demişkən Ceyran xanımla da musiqi barədə fikirlərini eşidək, fikirlərini alaq. Buyurun. Müasir musiqidən? Bəli. Ümumiyyətlə. Ümumən çıxışlardan... Xüsusilə bu günlər çərçivəsində ustad dərslərinin də keçirilməsi nəzərdə tutulur. Yəni, bu barədə də istərdik. Festivalda. Festival çərçivəsində. Buyurun. Məncə, belə festivallar çox vacib bir şeydir. Vacibdir ki, bizim gənclərimiz işitsələr, bizim mədəniyyətimiz işitsin, bəstəkarlara hörmət göstərək. Amma mənim ən daha bir sevimli bir şeydir ki, necə mənası collaboration. Bir-birlə çalırıq, network, tanış oluruq, başqa xaricdən görüşürük. O mənim daha sevimli bir şeyimdir. Yaradıcılıq mübadiləsi baş verir də bir Bəli. Və bugün saat 12-də də Ceyran xanımın ustad dərsi olacaq. Ustad dərsi haqqında da master class. Bəli, master class. Harada olacaq? Harada, kimlərlə keçiriləcək? Universitetin... Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçiriləcək. İlk dəfədir ki, mən orada olmuşam. Və musiqiçi gənclərlə bərabər? Gənclər, professional həm də mütəxəssislər, yəni açıq qapıdır. Hətta ola bilər ki, heç fleyta ilə məşğul olmayan, sadəcə o aləti bəyənən, sevən biri də bizim ümumiyyətlə bütün tədbirlərimiz bu festival çərçivəsində hamısının girişi sərbəstdir. Bu da çox az rastlanan bir şeydir, onu deyim. Bilirsiniz, adətən festivallarda yəni bilet bir məhdudiyyəti olur. Amma bizdə xüsusilə də gəncləri nəzərə alıb, tələbələri nəzərə alıb, biz bu festivalın bütün tədbirlərində açıq qapı elan etmişik. Bugün fleyta alətidir, tutalım ustad dərsi olaraq. Bütün fleyta ifaçı yəni hansı müəssisədə çalışır, işləyir, heç bir fərqi yoxdur. Rahatlıqla gəlib öz suallarını verə bilər Ceyran xanım, çünki Amerikada da çalışır, fleyta müəllimi kimi, həm professional səhnədə ifa edir. Bütün suallarını verə bilərlər, istədikləri qədər, elə də yəni bir vaxt məhdudiyyətimiz yoxdur. Elə musiqiçilərə suallar demişkən, bizim qonaqların arasında dirijor Qiyas Zeydi iştirak eləyir. Səhv etmirəmsə, Ceyran xanımın həyat yoldaşıdır. Yəni, həyat yoldaşı ilə bərabər bizim musiqi günlərində iştirak eləyirlər. Dirijorun burada keçirilən görüşləri nədən ibarət oldu? İstərdik siz öz təəssüratınızı danışasınız. Can you just tell us a little bit about your experiences as being a director here, what that's been like? Of course. It's very exciting to work with the musicians and composers at the same time. Can you say that again? It's very exciting. Musicians and composers. Yes. Musiqiçi və bəstəkarlar birlikdə məşq etməyə başlayıblar artıq onlar. Həm də sevir onlarla məşq etməyi. I mean, we always have to remember that Beethoven, Brahms and Bach, they were contemporary in their time. Əvvəldən Beethoven, Brahms, onlar müasir bəstəkarlar idi. And when they compose pieces, they compose with their friends and their musicians as well. Dostlarla, o musiqi olaraq dostlarına görə yazılıb, onlarla məşq etdi. So we're trying to repeat the same thing with our composers, with our friends in this year. Tarixdir. İndi eyni şeylər. Necə düşünürsünüz? Bax, adlarını çəkdiyiniz musiqiçilər, yəni bəstəkarlar Bachdır, Chopindir, Beethovendir. Bunlar o qədər də müasir hesab olunmasa da, amma musiqiləri hələ də sevilir. Yəni, yanaşma da yəqin ki, yeni olacaq. How is it, do you think that Chopin, they were once contemporary, how is it that they are still now popular, and what can we do to continue this? I think it's important to know what the audience want, what the listeners want to hear, and try to compose something attractive to them. İnsanlardan asılıdır. Nə işitmək istəyirlər, nə görmək istəyirlər, hansı alətlə xoşlayırlar, ən vacibdir. Bəs insanlar öz fikirlərini bildirə biləcək öncədən?
Bəli, bizə review verə bilərlər, konsert bitəndə bizlə danışırlar. Bu hissəni belə xoşladım, bu əyləti belə xoşladım. Nə maraqlı. Çox maraqlıdır bizə Mən bir şey deyəndə. qeyd edeyim. Qiyas bəy çox doğru bir fikrini söylədi ki, vaxt var idi, Beethoven, Bach, Chopin öz dövrü üçün müasir idi və sevilirdi. Bugün isə o missiyanı bizim dostlarımız, müasir bəstəkarlar həyata keçirilir. Yəni, bizi izləyənlər düşünməsin ki, festivalda Beethoven, Brahms və s. səslənəcək. Yox. Sadəcə o demək istəyir ki, yəni bugün isə bizim müasir bəstəkar dediklərimiz, yəni Türkər Qasımzadədir, Firidun Allahverdi, Səid Qəni, Ayaz Qəmbərli, onları biz müasir bəstəkar kimi tanıyırıq. Sadəcə bu festivallar və bu konsertlər sayəsində biz bu 20-ci əsr musiqisini dinləyiciyə daha da doğma etməyə çalışırıq. Çünki yəqin ki, dinlədinizdə burada konkret bir melodiya xətti yoxdur. Bu sadəcə ona görə deyil ki, əsərin adı ani xatirələrdir. Elə ani oldu. Həm ona görə də, həm də 20-ci əsr, 21-ci əsr musiqisi biz dəfələrlə efirdə də ifa etmişik, xatırlayırsınızsa, Kadensiya Orkestri ilə və yaxud da qonaqlarımızla. Bu musiqi biraz bugünün müasir insanı üçün qismən yad səslənir. Məsələn, biz müasir ədəbiyyat oxuyuruq, müasir teatr tamaşalarına gedirik, müasir filmləri asanlıqla izləyirik, amma müasir musiqini o filmlər qədər rahat belə ilk baxışdan qəbul etmirik. Ona görə də yəni o dövrün əgər adları, kultları Beethoven, Brahms, Bach idisə, bugün də bu bəstəkarlardır və bu festival çərçivəsində mənim adını çəkdiyim bəstəkarların hamısının ilk ifası oldu əsər. Xüsusilə bu festivalda səsləndi ilk dəfə. Məsələn, dünən Firidun Allahverdinin, üzr istəyirəm, 4 fleyta üçün 4 piyes əsəri Ceyran xanım da orada iştirak elədi. Çox maraqlı əsər idi. Ceyran xanımdan elə xahiş edəcəyik, əgər mümkünsə bizim üçün burada kiçik bir kompozisiya ifa eləyə bilərsiniz fleytada. Orada özünüz ürəyinizcə olan bir kiçik bir əsər. Hə, hər hansı bir əsər. Bəli. Hər hansı bir əsər. Mümkündürsə bizə ifa eləyəsiniz. Rəhlə Həsənova, hə, olar. İfanı yox. Yox, Rəhlə Həsənovada. Aha. Rəhlə Həsənovanın. Mümkündür, buyurun Ceyran xanım. Notdan ifa, buyurun. Bir dəqiqə. Təşəkkür edirik Ceyran qonaqlarımıza Həsən, da. fleyta ifaçısı bizə Bakı musiqi günlərində təqdim etdiyi növbəti musiqi kompozisiyalarından birini təqdim edəcək. Sizə isə təşəkkür edirik dostlar. Şəfəqət xanım. Və bu neçə gün davam edəcək Şəfəqət xanım. 5-i axşam axırıncı konsertdir. Kadensiya Orkestri ifa eləyəcək. Bizim ölməz bəstəkarımız Xəyam Mirzəzadənin pianto əsərini, Luigi Nono'nun əsərini və dirijor da elə qiyas olacaq. Yəni, mayın 23-ü bugünü axır sonuncu günü. Yox, 25-i son gündür. Bugün axşam 7-də yenə konsert var, sabah da var, o biri gün də var. 25-i axşam isə bağlanış konsertidir. Hər kəsi gözləyirik. Açıqdır, qapılar açıqdır, yəni iştirak edə bilər festivalda. Və sonda Ceyran Həsən. Buyurun, eşidək sizi. Təşəkkür edirik. Çox sağ olun. Və çox qəribədir ki, müşayiət olmadan sadəcə bir alətdə ifa etmək insana təsir bağışlaya bilər. Hətta ona psixoloji, psixi təsir göstərməsə belə, onun əhval-ruhiyyəsini belə dəyişə bilər. Odur, təşəkkür edirik sizə dostlar və musiqinin gücü nə qədər qüdrətlidirsə, nə qədər möcüzəvidirsə, biz hər zaman düşünürük ki, musiqi insana hər dönəmdə təsir edə bilər, onu dəyişə bilər. Əslində bir çox aforizmlər var Nailə musiqi barədə. Musiqinin dili yoxdur, musiqi ruhun qidasıdır və s. bu kimi. Doğrudan da musiqisiz yaşamaq deyərdim ki, qeyri
qeyri-mümkündür. Çünki həyatımıza birbaşa təsir eləyir, bəzən ruhumuzu qidalandırırıq, bəzən xatirələri ilə musiqilərlə dalırıq. Odur ki, musiqinin həyatımızdakı rolundan danışacaq növbəti sujetimizdə Röya Salmanovanın təqdimatında. Bəşəriyyətin universal dili olan musiqiyə hələ qədim dövrlərdən insanların qəlbini fəth edən ecazkar bir qüvvə kimi yanaşılıb. Bu, danılmaz faktdır ki, musiqinin bizim psixologiyamıza, dünya görüşümüzə, mənəviyyatımızın formalaşmasına təsiri olduqca böyükdür. Ruhumuza onun qədər təsir edə bilən ikinci bir sənət sahəsi yoxdur desək yanılmarıq. Son zamanlar isə musiqinin insan beynindəki rolü daha da qabardılır, daha böyük olduğu aşkarlanmışdır. Belə bir fikir vardır ki, insan beyni də musiqi ilə bərabər rəqs edir. Yəni necə olur ki, konsert zallarında bir müğənni müəyyən bir musiqi ilə minlərcə insanın coşmasına, onların həmin musiqi sədaları altında, eyni ritm altında rəqs etməsinə səbəb olurlar. Bu onu göstərir ki, insanların beynini həmin frekansa, həmin musiqi ritminə kökləyə bilirlər. Bu beynimizin bir sirridir, bir möcüzəsidir. Ümumilikdə musiqi çox pozitiv təsir göstərir insan beyninə. Ən qədim dövrlərdən insanların müxtəlif canlıların, təbiət hadisələrin səslərini təkrar etməsi müəyyən musiqi ritmlərinin yaranmasına səbəb oldu. Bu səslərdən isə müxtəlif rituallar, ov və döyüşlər zamanı istifadə edilirdi. Zamanla bu ritmlər nizamlı hal alaraq daha da professionallaşdı. Artıq uzun illərdir ki, dünya alimləri musiqinin insan həyatına təsirini araşdırmaqla məşğuldurlar və bu zəmində müəyyən qənaətlərə gəlmişlər ki, musiqi ilə peşəkarcasına məşğul olan insanlar digər insanlara nisbətən IQ səviyyələrinin daha yüksək olması ilə fərqlənirlər. Şən əhval-ruhiyyəni özündə daşıyan ritm intonasiyalar, xüsusilə zərb alətlərinin ritmik intonasiyaları əsasında yazılmış musiqilər bizim əhvalımızın daha yüksək notlarla köklənməsini tənzimləyir. Lirik abu-havanı, lirik ritm intonasiyalarını özündə ehtiva edən musiqi nömrələri isə bizi daha dərin düşüncələrə qərq olmağa sövq edir. Müxtəlif melodiyalar və ritmlər bir çox duyğuları eyni anda hiss etməyimizə səbəb olur. Musiqi sadəcə fiziki ağrılarımıza deyil, həm də emosional vəziyyətimizə təsir edir. Stresi azaldır, əsəbləri sakitləşdirir, depressiyadan qurtulmaqda əvəzsiz rol oynayır. Bu, eyni zamanda beyin funksiyalarını yaxşılaşdıraraq yaddaşı gücləndirir, yaradıcı təfəkkürə təkan verir, əhval-ruhiyyəni yüksəldərək motivasiyanı artırır. Məhz buna görə bir sıra xəstəliklərin müalicəsində musiqi terapiyasından istifadə edilir. Psixologiyada ümumiyyətlə rahatlamada, relaksasiyada musiqinin çox böyük təsiri var. Belə ki, məsələn, çox böyük stres yaşayanda, gərginlik yaşayanda sakitləşdirici sözsüz instrumental klassik musiqilərə qulaq asanda insanlar çox sakitləşirlər. Bundan əlavə məsələn meditasiyalarda relaksasiya üçün musiqidən istifadə edilir. Yoga praktikasında musiqidən çox istifadə edilir. Musiqi sehirbazlığın ən güclü formasıdır. Ruhumuzla duyduğumuz bu sirli notların harmoniyası elə bir sehirdir ki, onun ofsunlaya bilməyəcəyi bir insan yoxdur. Röya Salmanova, Səhər Çağı. Davam edirik. Əziz tamaşaçılarımız, Səhər Çağda yenə mədəniyyət aləmindən baş verən ən son yeniliklərdən məlumatlarımız var. Qarşıda təntənəli bir hadisə, tariximizdə unudulmayan, ən çox sevdiyimiz 28 may Respublika günü yaxınlaşır və
Mayın 22-sində bugün Müslüm Maqamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 28 may Müstəqillik Günü münasibəti ilə konsert proqramı keçiriləcək və tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xoru çıxış edəcək. Konsert proqramına xormeisteri, əməkdar incəsənət xadimi Sevil Hacıyeva, musiqi rəhbəri və baş dirijoru, əməkdar artist Əyyub Quliyevdir. Eyni zamanda Fatimə Cəfərzadə, Elmira Həsənova və Əli-Əhməd İbrahimov, Anton Ferştdand musiqi nömrələri ilə çıxış edəcəklər. Bəli, bugün münasibəti ilə düşünürük ki, 28 may Respublika Günü münasibəti ilə bir çox tədbirlər nəzərdə tutulur paytaxtda və bu da növbəti bir konsert proqramı olacaq. Musiqidən söz düşmüşkən səhər çağında da düşünürük ki, musiqinin yeri var. Və xüsusilə bizim çox sevdiyimiz sənətçilərdən biri öz ifası ilə, avazı ilə seçilən Azərbaycan televiziyasının solisti Kamilə Nəbiyeva təşrif buyurub. Xoş gəlib, səfa gəlib. Sağ olun, təşəkkür edirəm. Salamlayıram sizləri. Televiziya qarşısında bütün izləyən tamaşaçılarımızı salamlayıram. Səhərləri, xeyirli günləri uğurlu olsun inşallah. Təşəkkür edirəm. Dinləyək, gözəl bir ifa. Həsrətlə ürəyimiz barışmır. Neşə vaxtı telefonum danışmır. Bu həsrətlə ürəyimiz barışmır. Neçə vaxtı telefonum danışmır. İstəyirik yaxın olaq həmişə. Darıxırıq səndən ötürü qayıt gəl. İstəyirik yaxın olaq həmişə. Darıxırıq səndən ötürü qayıt gəl. Desəm sözündən darıxırıq səndən ötürü qayıt gəl. Darıxırıq səndən ötürü qayıt gəl. Deyir, sızıldayır qohum yad. Qazanmısan el içində şöhrət ad. Mənasızdır sənsiz keçən bu həyat. Darıxırıq səndən ötürü qayıt gəl. İstəyirik yaxın olaq həmişə. Darıxırıq səndən ötürü qayıt gəl. İstəyirik yaxın olaq
həmişə darıxırıq səndən ötürü qayıt gəl. Əskilməzdi təbəssüm üzündən, nur yağırdı mərhəmətli gözündən. Əskilməzdi təbəssüm üzündən, nur yağırdı mərhəmətli gözündən. İncimərik hər nə desən sözündən, darıxırıq səndən ötürü qayıt gəl. Darıxırıq səndən ötürü qayıt gəl. Darıxırıq səndən ötürü qayıt gəl. Qayıt gəl. Bravo, Təşəkkür edirik. Kamilə Nəbiyeva, Azərbaycan televiziyasının solisti, gözəl bir ifa nümunəsi təqdim etdi və davam edirik. Davam edirik, maraqlı bir məlumatı təqdim edəcəyik. Feniks kimi peyda olub və birdən yoxa çıxan Antarktidada belə bir çay var. Əslində Onyx adlanır, qiymətli bir çay növüdür. Amma bunun 12 ayın 2 ayında sadəcə mövcud olur. Qalan illərdə isə yox olur çay. Bax, bu barədə maraqlı bir məlumat. Həm də çayın uzunluğu 30 kilometrdir və deməli çay donur. Cəmi 2 ay, fevral və mart aylarında mövcud olur. Əlbəttə ki, yay buzlarına əriməsi üçün kifayət qədər isti olarsa, o da bu məsələdə var. Onyxin doğulmasına Antarktida yayında baş verən buz və qarın əriməsinə borcludur. Havanın temperaturu sıfırdan çox aşağı düşəndə, su donanda çay da yoxa çıxmağa başlayır. Bax belə, səhər qəlyanaltıya hazırlaşanlar yəqin ki, çaynikiniz istidir. Çaynikdən söz düşmüşkən, təsəvvür edirsiniz, 3 milyon dollara çaynik. Bu qiymətə çaynik, bəlkə də onu ancaq... Düşünürəm ki, çay adamın yadından çıxar onun qiymətini eşidəndən sonra. Deməli, möhtəşəm xidmətin və ya daxili dizayn mütəxəssisi yaxşı bilir ki, xidmət qabları çox vaxt bahalı olur. Bu çaynik isə Guinness-in rekordlar kitabına düşüb. Söhbət qiyməti təxminən 3 milyon dollar olan həmin bu çaynikdən gedir. Bu xərc bir sıra amillərlə müəyyən edilir. İlk növbədə qeyd etmək lazımdır ki, belə qiymətli çaynikin hazırlanması üçün qızıl materialından istifadə olunur. Ancaq hamısı qızıldan hazırlanmayıb. Elit daşın yaqut və brilyantlarla bəzədilməsi də qərara alınır və qulp üçün unikal materialdan istifadə edilib. Söhbət əsl mamont sümüyündən gedir və dünyanın ən bahalı çaynikinin istehsalına İtaliyalı mütəxəssislər cəlb olunub. Belə çayniklər yəqin ki, bir nüsxədə olan çayniklərdir də. Yəni, bunu kütləvi şəkildə qızıldan, brilyantdan bu cür çayniklər heç vaxt hazırlanmaz. Əslində, mənə maraqlıdır ki, bu 3 milyon dollara yaxın bu çaynika alandan sonra bu çayın dadında fərq olur, yoxsa yox? Olmasa da təsəvvür etmək olar da. Yəni, mənim üçün maraqlıdır da. Qiymətli bir çaynikdən süzülən bəlkə qeyri-adi nəsə var o tamda. Amma səhər tezdən çay, inan ki, istəyir brilyantdan olsun, istəyir nədən olur olsun. Əsas odur ki, bizim Azərbaycan istehsalı olan ləzzətli səhər tüt çay olsun. Əməkdaşlarımıza deyərəm, nəzər alanlar bu dəqiqə sənin üçün bir fincan isti çay və davam edirik, əziz dostlar. Son günlər deyərdim ki, çay qədər artıq tələbatımıza çevrilib. Onlayn alış-veriş. Demək olar, 2 nəfərdən biri... Vərdişdir, xəstəlikdir, asılılıqdır, adını bilmirəm necə qoyaq. Amma doğrudan da son dönəmlərdə xüsusilə internet üzərindən alış-veriş etmək bir qədər düzdür həyatımızı rahatlandırsa da... Sənə bir şey deyim, Nalə, amma çox sərfəlidir.
qiymətdə sərf edilir. Qiymət baxımından Vaxt sərf edilir. baxımından da Düzdür, bu məncə. ticarətçiləri bir o qədər sevindirməsə də, amma vaxt baxımından, misal üçün, bir ay sonra sənin planın var. İndidən sifariş versən bir həftəyə, 2 həftəyə. Yəni, vaxt itirmədən harasa gedib gəzmək, plan, axtarmaq, geyinmək, soyunmaq, yəni bütün bunlar hamısı vaxt aparır. İşlərin planlı şəkildədirsə, onlayn ticarət Amma onlayn sərfəli alış-verişin öz müsbət və mənfi tərəfləri də var. Düşünürük ki, sujetdə diqqət yetirsək, bəlkə də unutduğumuz, xatırlamadığımız məqamlar var. Bəlkə onlar bizə yardımcı ola bilər. Onda izləyək də. İzləyək. Onlayn ticarət sisteminin ilkin forması 1960-cı ildə Amerika Birləşmiş Ştatlarında ortaya çıxmasına baxmayaraq, internetin geniş şəkildə tətbiqindən sonra, yəni ötən əsrin 90-cı illərindən daha da sürətli inkişaf etməyə başladı. Bununla da mağazalarda satılan məhsulları evdən çıxmadan belə dünyanın hər yerindən almaq mümkün oldu. Və sadəcə vizual görüntüsünə əsasən verdiyimiz qərarın doğruluğundan seçimlərimizin keyfiyyətindən necə əmin olaq? Onlayn alış-veriş edərkən çalışmaq lazımdır ki, tanınmış marka məhsullarını sifariş etsinlər. Yəni onu da hansı deyək ki formada öz respublikada yerləşən hər hansı bir ticarət şəbəkəsindən həmin məhsulu geyinirik, həmin məhsulun tutaq ki geyimdən söhbət gedirsə, həm ölçüsü, həm materialı, həm keyfiyyətini artıq biz özümüz canlı olaraq görmüş oluruq və bundan sonra eyni ilə həmin məhsulu sifariş edə bilərik. Bundan əlavə məhsul haqqında yazılan rəylər geyimlərin davamlılığına, rahatlığını və ölçü cədvəlinə nə qədər uyğun olduğunu təsdiq edə bilər. Bura müştərilərin şəkilləri də daxildir. Yəni, bəzi alıcılar geyimi əldə etdikdən sonra insanlarda müəyyən bir fikir formalaşdırmaq məqsədi ilə onu saytda paylaşır. Əgər onlayn mağazadan alış-veriş etməyi düşünürsünüzsə, keyfiyyətlə yanaşı təhlükəsizliyi də mütləq nəzərə almalısınız. Əsas təhlükələrdən biri odur ki, sizin alış-veriş zamanı istifadə etdiyiniz bank kartının məlumatları həmən saytın bazasında əks olunur. Biz bütün istifadəçilərə tövsiyə edirik ki, kiber-gigiyenika qaydaları, yəni kart məlumatı, ikili təhlükəsizliyin ikili aktivləşdirmə kriteriyasından istifadə edin. Həmçinin də daha güclü security'lər, daha güclü parollar, daha güclü şifrələr təyin etməlisiniz öz onlayn bankinginizə. Daha yaxşı olar ki, biometrik imzadan istifadə edin. Lazımi qaydalara əməl etsək, onlayn ticarətdən zövq ala bilərik. Nərmin Aslan, Mirzə Abbasov, Səhər Çağı. 20-ci əsr Azərbaycan poeziyasında romantizm ədəbi cərəyanının təşəkkülü və inkişafında mühüm xidmətlər göstərən Məhəmməd Hadi təqvimin bugünü xatırlanır. Şərq bədii estetik fikir tarixinin dərin bilicisi olan bu qüdrətli qələm sahibi bütün istedadını doğma vətənin mədəni tərəqqisi uğrunda mübarizəyə həsr edib. Şairin dövrün mürəkkəb sosial-siyasi mənzərəsini dolğun şəkildə əks etdirən, ictimai həyat hadisələrini fəlsəfi mövqedən işıqlandıran və özünün bənzərsiz sənətkarlıq xüsusiyyətləri ilə seçilən maarifçilik ideyaları ilə zəngin əsərlərində elmin, mədəniyyətin təbliği başlıca yer tutub. Hadi Türk, Şərq və Avropa ədəbiyyatlarını, fəlsəfəsini dərindən mənimsəyərək bütün bu təsirləri şeirlərində yaradıcı şəkildə əks etdirib. Onun bəstəkar kimi formalaşmasında xalq musiqisini dərindən bilməsi, xalq artisti Cövdət Hacıyevin sinfində təhsil alması, daim kamilləşmək, öyrənmək həvəsi böyük rol oynayıb. Söhbət tarixin bugünü dünyaya göz açan xalq artisti Akşin Əlizadədən gedir. Ölkəmizdə çəkilən 42 bədii, sənətli və cizgi filminin musiqisi Akşin Əlizadənin adı ilə bağlıdır. Sizi dünyalar qədər sevirdim, Tütək səsi, Təkcə adanı özünlə apara bilməzsən və digər filmlərin uğurlu alınmasında onun musiqisinin böyük rol olub. Babək, Natəvan baletləri, 5-ci simfoniya, xor üçün bayatı, Aşıq Sayağı, Cəngi, Kənd suitası, qədim oyunlar, dastan kimi musiqi əsərləri bəstəkarı respublikamızdan xaricdə də populyarlıq qazandırıb.
Xalq artisti Mehdi Məmmədov tarixin bu günü dünyaya gəlib. Müxtəlif sənət ocaqlarında əsasən monumental səpkil tamaşalar hazırlayıb. 1946-cı ildən ömrünün sonunadək Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyən sənətkar müxtəlif illərdə kafedra müdiri işləyib. Mehdi Məmmədov Azəri dramaturgiyasının estetik problemləri, teatr düşüncələri, teatrlar, aktyorlar, tamaşalar, Hüseyn Ərəblinski, onun sənət ulduzu, Moskva Akademik Bədai Teatrı, rejissor sənəti, Sabit Rəhman və digər kitabların müəllifidir. Akademik Milli Dram Teatrında hazırladığı Hüseyn Cavidin İblis faciəsi 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb. Onun rejissorluğu bütövlükdə realist monumentallığı və fəlsəfi dərinliyə geniş meydan açması ilə səciyyəvidir. Xalq artisti Yasin Qarayevin doğum günüdür. İnce yumoru, bəzənsə kəskin dramatizmi ilə yadda qalan lirik psixoloji obrazlar qalereyası yaradıb. Səməd Vurğunun Komsomol poemasında Cəlal, Qeybullah Rəsulovun Şəhərli oğlanında Elşad, İsim Əlikzadənin Sağlıq olsununda Əziz, Gəl qohum olaqda Qara kişi, Süleyman Sani Axundovun Tamahkarında Qulu, Akşin Babayevin Olmuş əhvalatda Qələndərov, Mirzə Fətəli Axundzadənin Hacıqarasında Hacıqara və başqa tamaşalarda bir-birindən fərqli qəhrəmanları ilə tamaşaçıların rəğbətini qazanıb. Aktyor televiziya tamaşalarında da yadda qalan obrazlar canlandırıb. Yasin Qarayevin filmoqrafiyası da maraqlı ekran qəhrəmanları ilə zəngindir. Bəylik dərsində Bolu, Dəvətnamədə Səlim, Fatihlərin divanında Şahid, Ömürdən uzun gecədə Salman obrazları bu qəbildəndir. Nahotki meni bir ko'rishda yoqtirib qolgan bo'lsa. Ha, bir ko'rishda yo'q. Sizni ko'rdim, yuragim sevdi. Bilasizmi, xonim? Sizni ko'rishim bilanoq yuragim qinidan chiqib ketay dedi. Menda ham xuddi shunday bo'ldi. Öğrenip pürfen oldum, gören her işten oldum. Öğrenip pürfen oldum, gören her işten oldum. Her bir dertte ben oldum, seni gördüm ben oldum. Her bir dertte ben oldum, seni gördüm ben oldum. Ele ben doldum, ele ben doldum, ele ben doldum dilber. Durabilmem ben sensiz. Ele ben doldum, ele ben doldum, ele ben doldum dilber. Durabilmem ben sensiz. Hiç kesime görmezdim, sırrımı söylemezdim. Hiç kesime görmezdim, sırrımı söylemezdim. Kadar aşık bilmezdim, seni gördüm ben doldum. Kadar aşık bilmezdim, seni gördüm ben doldum. Ele ben doldum, ele ben doldum, ele ben doldum dilber. Durabilmem ben sensiz. Ele ben doldum, ele ben doldum, ele ben doldum dilber. Durabilmem ben sensiz. Görme gitti çunul bak, geldi çetti ahır bak. Görme gitti çunul bak, geldi çetti ahır bak. Uzun mu bildin kuş bak, seni gördüm ben oldum. Uzun mu bildin kuş bak, seni gördüm ben oldum. Ele ben doldum, ele ben doldum. Ele ben doldum dilber, durabilmem ben sensiz. Ele ben doldum, ele ben doldum, ele ben doldum dilber,
Möhtəşəm. Bravo, bravo dostlar. Özbəkistan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri idi. Arşın Malalandan, Üzeyir bəli. Hacıbəylinin Arşın Malalan operettasından bax, məhz bu musiqini təqdim etdilər. Təşəkkür edirik dostlar. Çox sağ olun. O qədər möhtəşəm ifa elədiniz. Heç biz düşünürük ki, sadəcə bəlkə də bizim Mədəniyyət və İncəsənət Universitetinin tələbələri qədərincə bax, o cür möhtəşəmliklə ifa elədiniz. Həm də gözəl səsiniz var. Mütləq sizə yenidən qaydacağıq, yenə də bu operettaya müraciət edəcəyik və bu sözsüz ki, sıradan bir hadisə deyil. Bəli. Tələbələr, Türk dünyasının tələbələri artıq ikinci dəfədir görüşürlər. Bu dəfə Bakıda. Ötən il onlar Daşkənddə, Özbəkistanın Daşkənd şəhərində keçirilən tələbə festivalı, tamaşa İkinci festivalı. tələbə tamaşaları festivalı baş tutub və təbii ki, bir növ sənət mübadiləsi baş verib burada, həm də geniş mənada. İstəyirik ki, qonaqlarımızı təqdim eləyək və onların təəssüratlarını eşidək. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar artist Yaqut Paşazadə, Temirbek Jurgenov adına Qazaxıstan Milli Rəssamlıq Akademiyasının rektoru Arman Zudebayev, Ankara Musiqi və İncəsənət Universitetinin rektoru Erhan Özdən. Xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Salamlayırıq. Sabahınız xeyir olsun. Çox xoşdur sizi studiyamızda görmək və xüsusilə söhbətimizə bax, belə maraqlı kompozisiya ilə giriş eləmək tam başqa bir zövq verdi. Yaqut xanım, eşidək sizi. Çox sağ olun, təşəkkür edirik dəvət üçün. Mən əvvəlcədən qeyd eləmək istəyirəm ki, ikinci tələbələrin beynəlxalq festivalı Türksoyun təşkilatçılığı ilə Türk dövlətləri ölkələrinin festivalıdır. Çox maraqlı bir bayram abu-həvasıdır. Yəni, festival özü əslində bayram deməkdir və tələbələr üçün bu çox böyük bir şansdır burada iştirak eləmək. Əvvəlcədən təşəkkür eləmək istəyirəm bizim rektorumuz Ceyran xanıma və bütün yaradıcı, iştirakçı və təşkilatçı heyətə. Çünki çox yüksək səviyyəli bir festival təşkil olunub. Qonağımız olan bütün ölkələrdən gələn bütün qruplara təşəkkür eləyirəm. Elm və Təhsil Nazirliyinə və Mədəniyyət Nazirliyinə dəstəyinə görə təşəkkür eləyirəm. Mənim və mənim kursumun bu festivalda iştirakı çox maraqlı bir təsadüfdür həm də. Biz bu heyətlə birinci beynəlxalq festivalda da iştirak etmişdik və hətta sizin də qonağınız olmuşduq. Yenə növbəti seçim turunda yenə həmin kurs seçildi. Türk yazarı Sadıq Şendilin Qanlı Nigar tamaşası ilə bu il biz festivala qatıldıq və güman edirəm ki, uğurlu tamaşa alınıb və bugün artıq festivalın 3-cü günüdür. Növbəti 2 tamaşa oynanılacaq və festivalın ən həyəcanlı, ən maraqlı və iştirakçılarının hamısının səbirsizi ilə gözlədiyi bağlanış mərasimi bugün baş tutacaq və artıq bir neçə gündür o qədər bir-birlərinə qaynayıb qarışıblar ki, artıq onları finalda nə baş verəcəyi maraqlı deyil. Hətta özləri bizə deyirlər ki, biz tamaşanı da oynadıq, finalda da nə olacaq artıq maraqlı deyil. Biz Bakıdan, biz Azərbaycandan, biz bu kollektivlərdən necə ayrılıb gedəcəyik? Baxın, festivalın əsas qayəsi budur. Tələbələr arasında, aktyor tələbələr arasında bu ünsiyyətin, bu dostluğun, bu qardaşlığın, bu bayram abu-havasının yaranması ən vacib. Və mən güman eləyirəm ki, birinci festivalda da Daşkənddə də bugün, bu il Azərbaycanda keçirilən ikinci festivalda da bu fakt, bu hadisə çox möhtəşəm baş verdi. O qədər bir-birlərinə qaynayıb qarışıblar, o qədər mehriban abu-havada. Bəlkə ildə 2 dəfə olsun hələ. Hər şey ola bilər, hər şey ola bilər. Tələbə festivalları əslində bütün ölkələrdə keçirilir. Yəni, bir ay bundan əvvəl Qırğızistanda Janı isimlər, yeni adlar adlı bir tələbə festivalı var idi və mənim kursum, Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs aktyorları, biz bu festivala hazırlaşdığımız üçün gedə bilmədik, amma onlarda bir yöndə var, festivala onlayn qoşulmaq. Biz tamaşanı onlayn formatda göndəririk, tamaşa onlayn göstərilir video halında. Hətta bizə orada mükafat da gəlib. Bizim ötən ilki festivalda 2-ci dərəcəli ən yaxşı qadın roluna görə diplom göndərildi. Yəni orada münsiflərin yekdilliyi ilə səs verməsi ilə bizim tələbəmiz Ləman Səlimova orada mükafat qazanmışdı. Sözsüz ki, yaradıcı insanlar, Erhan bəy, sadəcə hər zaman Türk Dövlətləri Birliyi görüşür, mübadilə aparırlar, yaradıcılıqda özlərini nümayiş etdirirlər. Amma bu həm də təhsildə mübadilədir. Çünki bu festival sırf tələbələr, təhsil alan gənclərlə bağlı olan. Siz necə düşünürsünüz? Hansı töhfələrini verə bilər?
Evet, öncelikle nazik davetiniz için teşekkür ediyorum. Türkiye'den, Ankara'dan, İstanbul'dan, Trabzon'dan, Erzurum'dan selamlarla geldim. Teşekkür Sevgilerle ederiz. geldim, muhabbetle geldim. Şüphesiz öğrenciler bizim geleceğimiz, gençler bizim geleceğimiz. Sanat, kültür hadiselerinin geleceğe sağlıklı bir şekilde aktarılması için gençlerin kurduğu dünya, gençlere bizim vermeye çalıştığımız etki çok önemli. Bu festivaller, sempozyumlar, konserler aslında gençlerin, özellikle Türk dünyasındaki gençlerin birbirleriyle kaynaşması, hanımefendinin ifade ettiği gibi birbirlerini daha iyi tanımaları ve ortak kültür, ortak tarih, geçmişten bugüne tevarüz eden, ulaşan bu büyük kültürün aslında birbirlerini aydınlatmaları konusunda çok kıymetli. Şüphesiz gençleri bir araya getiren üniversiteler, sanat üniversitelerinin varlığı ülkeler için çok kıymetli. Şimdi Kazakistan'dan gençler burada, Özbekistan'dan, Türkiye'den, Azerbaycan'dan, Kırgızistan'dan. Bu çok kıymetli bir şey bizim için. Yani özellikle her üniversiteden bu festivaller kapsamında en az 30-40 öğrencinin, bunu 7 ile 6 ile çarptığın zaman 150-200 öğrencinin bir araya gelmesi, çocukların birbirleriyle tanışmaları. Ama önümüzdeki süreçte az önce siz yılda belki 3, 4, 5 artabilir diye konuştunuz. Bu da olacak zamanla. Yani belki ayda bir festival yapılacak. Yani Aslında yaradıcı ortamın buna ihtiyacı var düşünürüm. Kesinlikle. Önemli olan bizim aşık Yunus Emre şöyle der ya, gelin tanış olalım, işi kolay kılalım. Önce önemli olan tanış olmak. Çocukların birbirleriyle olan diyaloğunun, sevgisinin, muhabbetinin artması. Sanat zaten büyülü bir tılsım ve bizler sanatkar insanlarız, sanatkar bir milletiz. Biraz önceki temsilde de gördük. Gençler çok başarılı. Yeter ki imkanlar verilsin. Evet. Yeter ki onları bir araya getirelim. Yaratıcılıkta önemli olan bir araya gelmek, paylaşmak ve o zenginliği insanlara kolektif olarak vermeye çalışmak. Və növbəti qonağımız bizim Temirbek Jurgenov adına Qazaxıstan Milli Rəssamlıq Akademiyasının rektoru Arman Södebayevdir. Arman Bek, добро пожаловать. Hoş gördük sizi Azərbaycanda. Это второй раз студенты тюркского мира, воплощение творческой среды. И мы думаем, что в дальнейшем это внесет вклад в творчество студентов тюркского мира. Как считаете вы, что в дальнейших планах, какие творческие качества может внести, какой вклад может внести такие фестивали? Какие у вас эмоции, впечатления ваши, пожалуйста? Спасибо огромное. Ассаламу алейкум, құрметті Азербайжан халқы. Біріншіден Қазақстан халқынан Азербайжан халқына үлкен сәлемді жеткізуге рұқсат етіңіздер. Спасибо огромное за прекрасный вопрос. Да, действительно, я хотел бы в первую очередь поблагодарить международную нашу организацию Тюрксой в лице генерального секретаря Раева, нашего Султана Акимовича, и, конечно же, ректора искусств, культуры и искусств университета Джайран Махмудову за прекрасный прием, за возможность нашим студентам участвовать в таких фестивалях. И действительно, мы очень рады, что наши студенты, самое главное, это дружба народов, чтобы наши студенты на постоянной основе обменивались опытом по академической мобильности. Мы вчера обсуждали очень много вопросов по двухдипломному образованию. Да, я думаю, это все для культуры наших стран. И фестиваль, уже третий день проходит фестиваль. Какие талантливые студенты. Действительно, даже определить победителя, да, это очень сложно. Ну, такая возможность, я думаю, должна предоставляться на постоянной основе, потому что наши студенты, они должны постоянно практиковаться на сцене. Да. И мы вчера вот только решили на заседании нашем, что следующий третий фестиваль будет проводиться в Казахстане, то есть на нашей базе, нашей академии,
Национальной академии искусств имени Темирбека Жургенова. Это большой потенциал студентам, это большая возможность открыть их талант, свой талант. И мы должны предоставлять такую возможность. И, конечно же, спасибо за гостеприимство. И мы будем продолжать между нашими странами в культурном плане вот такие наши конкурсы и фестивали. Арманбек, вот уже несколько дней продолжается фестиваль, сегодня закрытие фестиваля. Вот есть кое-какие моменты привлекло ваше внимание, что вам понравилось больше всего? Ну, в Баку все понравилось. И, конечно же, университет очень сильно понравился. Мне абсолютно все понравилось. Такого нет, чтобы что-то понравилось, что-то нет. А вот выступления наших студентов? Выступления, я же говорю, я уже сказал же, что студенты все они талантливые. Да? Вот прям на открытии ставили спектакль. В первый день, когда мы приехали, этот спектакль он длился около 2 часов, но мы наслаждались этим спектаклем. Какие талантливые студенты. Действительно, мы очень рады. И мы будем работать по обмену опытом. То есть будем приглашать ваших студентов, мы отправлять наших студентов, наших преподавателей. И будем на постоянной основе, я же сказал, уже по академической мобильности будем двигаться только вперед. Значит, в будущем мы будем встречаться в Казахстане. Да. На следующем году следующий фестиваль фестиваль на нашей базе, да. Спасибо вам огромное. Yaqut xanım, sizin bax bu festivalları təşkil eləməyiniz təbii ki, gənclərə olan töhfədir və bu töhfənin nəticəsini görəndə sevinç, qürur, fərqli bir hisslər yaşayır insanlar. Və düşünürəm ki, amma tələbələrin də burada keçirdikləri duyğular var, hisslər var, müəllimlərdən daha fərqli olaraq. İstəyirəm tələbələr, əziz dostlar, gəlin, Özbəkistan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri gəlsinlər. Biraz sonra tamaşamız da nümayiş olunacaq, amma istəyirəm onların təəssüratını eşidək. Görək, necə hisslər yaşayırlar, necədir Azərbaycanda olmaq, Bakıda gəzdilərmi, gördülərmi? Xoş gəlmişsiniz, dostlar. Вот какие впечатления? Podelитесь своими Assalomu alaykum впечатлениями. hammaga. Xayrli kun. Biz O'zbekiston Davlat va san'at madaniyat institutidan tashrif buyurdik. Bizani taassurotlarimiz juda ham katta. Biz o'ylamagandik, bizni bunchalik darajada kutib olishadi, lekin o'ylaganimizdan ham zo'r bizani kutib olishdi. Ozarbayjonga, hammasiga tashakkurlar. Siz çox sağ olun. Emosiyalar çox yüksək səviyyədədir və düşünürük ki, onların sizin özünüzün də mükəmməl ifanız bizim çox bəyəndik, xoşumuza gəlir. Hələ ardı var. Buyurun. Assalomu alaykum. Assalomu alaykum. Biz 4-kursda o'qiymiz. Ozarbayjon xalqi judayam ochiq ko'ngil, samimiy, mehmondo'st xalq. Hech qachon shunaqa qardoshligimizga ko'z tegmasin. Hamisha birdan bo'laylik. Maşallah. Hər zaman bərabər birlikdə. Bəli. Assalomu alaykum Ozarbayjon xalqi va boshqa davlatlardan kuzatib turgan do'stlar, tomoshabinlar. Biz O'zbekiston nomidan aynan bizning kurs, biz shu spektakl bilan kelganimizdan juda ham xursandmiz. Ishtirok etganimiz uchun Turksoy festivalida boshimiz osmonga yetdi. Kutib olishinglar, bizga mehmondo'stliginglar, yordaminglar uchun katta rahmat. Bu ko'rsatuvga taklif uchun ham rahmat. Omadinglarni bersin. Sağ olun. Sizin çok güzel sesiniz var. Teşekkür ederim. İfanız da çok güzel idi. Buyurun. Assalomu alaykum hammaga. To'g'risi, Ozarbayjonning bunchalar go'zal shaharligini men bilmagandim. Birinchi marta kelishim va buni bildim. Va ketkim kelmay qoldi O'zbekistonga desam mubolag'a bo'lmaydi. Chunki nima desam bo'ladi, bu yoqdagi meni do'stlarim, yaqinlarim, ularni tashlab ketkim kelmay qoldi. Chunki shunchalar darajada yaqin bo'lib ketdik biz qisqa vaqt ichida ozarbayjonlik do'stlarimiz bilan shunchalar yaqin bo'lib ketdik. Ta'riflashga til ojiz. Menimcha juda ham qiyin bo'ladi menga. Va Ozarbayjon xalqiga kattakon rahmat aytaman. Men bunday qardoshim borligidan faxrlanaman.
Təşəkkür edirik. Təşəkkür Çox edirik sağ olun. dostlar. İsti münasibətə Qarşılıqlıdır. görə, müsbət bax belə təəssüratlarınıza görə çox təşəkkür edirik və düşünürük ki, bizim soyumuz, kökümüz eyni. Bəli. Yəni bizi fərqli cəhətlər çox az, amma biz bərabər olduqca daha güclü oluruq və bu türk dünyasına sizin bir töhfələriniz ola bilər. Sizin həm təhsiliniz, həm sizin təqdim etdiyiniz nümunələr və təşəkkür edirik ki, siz bizim dahi bəstəkar Üzeyir Hacıbəylinin çox məşhur, dünyaca məşhur olan Arşın Malalan operettasına müraciət etmişsiniz. Yəqin ki, növbəti gözəl də ötəsindən gəliblər. Çox gözəl idi. Təşəkkür edirik Yaqut xanım, əziz qonaqlarımız. Sizə də dostlar təşəkkür edirik gəlişiniz. Minnətdarıq gəldiyiniz üçün. Və ən ümdə bir, vacib bir nöqtə türk xalqlarının bir araya gəlməsi, yaradıcılıqları ilə bir yerdə olduqlarını və köklərinin, mədəniyyətlərinin və özlərinin bütün göstərici insani, ruhsal keyfiyyətləri ilə bir olmaqlarını göstərməkləridir. Bu festival bunun nümunəsi idi və biz bir-birimizdən nə istedadımızda, nə digər göstəricilərimizdə fərqlənmirik. Biz hamımız birik və hamımız böyüyük. Təşəkkür edirik. Və dostlar, aktyor üçün ən böyük hədiyyə təbii ki, alqışdır. Alqışla dəstək olaq, növbəti epizodumuza keçid eləyək. Hay, Singilcan, sen kimsən? Men Arşın Malçı'nın xolasi bo'laman. Qiz juvonlarga bir narsa ko'rsatgani keluvdim. Yaxshi Singilcan. Bir endi biz nima qilamiz? Nima qilamiz? Ya Allah Allah, men aytmoqchimanki, bitta mulla, 3 sempul, 1 kalla qand ish pishdi, tamam. Nima deganingizga tushunmadim. Tushunmadingmi? Tushunmadim. Tushunmagan bo'lsang, sen haqiqiy dil bilmas ekansan. Dil bilmasim, beni eshitgin. Bir at aldım her yana çaptım, gel alayım maralıyım, dil bilmez ahir gelip seni taptım, gel alayım maralıyım, dil bilmez aman aman hey, kaşık aman hey, gel alayım maralıyım, dil bilmez aman aman hey, kaşık aman hey, gel alayım maralıyım, dil bilmez. Sen dül men dül, gel bana ben ol, gel alayım maralıyım, dil bilmez. Her ne desem sen razı ol, gel alayım maralıyım, dil bilmez. Aman aman hey, kaşık aman hey, gel alayım maralıyım, dil bilmez. Aman aman hey, kaşık aman hey, gel alayım maralıyım, dil bilmez. Davam edirik əziz tamaşaçılarımız və məlumatlarımız var. Əslində bu başlıq məni biraz belə diqqətimi çəkdi. Başlıq belədir, çürüyən əfsanələr, belə görüntülərdir. Bu əfsanələr bir neçə il öncə artıq yəni istehsal müddətini, istismar müddətini başa vuran artıq əfsanəyə çevrilmiş avtomobil növləridir ki, artıq onlar öz çürümə dövrünə keçir, amma onları yenidən həyata qaytarmaq imkanı var. Belə ki, ilk dəfə 1950-ci illərdə istehsal edilən və artıq öz dövrünü başa vuran 36 Corvette avtomobili Amerika Birləşmiş Ştatlarının New York şəhərində qarajda tərk edilmiş halda görüntülənib. Alman rəssam Peter Max'a məxsus avtomobil kolleksiyası Scott Heller adlı kolleksiyonerə satılır və 25 ildir qarajda saxlanan avtomobillərin yeni alıcılar tərəfindən təmin edilməsi gözlənilir. Avtomobillərin istehsal tarixi 1953-1989-cu illər arasında dəyişir. 1953-cü ildə istehsal olunan avtomobildən dünyada 300,
1955-ci ildə isə cəmi 700 avtomobil istehsal edilib. Dünyanın ən böyük Corvette avtomobili kolleksiyasını 2 oğlu və əmisi oğlu ilə birlikdə aldığını deyən Scott Heller, maşınları Max'la birlikdə yeniləmək istədiyini, lakin bu təklifin Max tərəfindən rədd edildiyini bildirib. Ən böyük məqsədlərinin avtomobilləri əvvəlki şöhrətinə qaytarmaq olduğunu bildiriblər. Bu prosesdən sonra hərraca diqqət yetirəcəklərini deyən kolleksiyonerlər avtomobilləri tək-tək deyil, kolleksiya şəklində satılmasına ümid eləyirlər. Ümid eləyirik ki, səhərlərinə çatacaqlar. Bəzi, elə ölkəmizdə də kifayət qədər belə insanlar var Retro ki, maşınlar var. klassik retro maşınların həvəskarıdırlar və amma deyim ki, qiymətləri satılanda təzə maşınlardan heç də ucuz satılmır. Hətta bəziləri o mexanikanı xatırladır və onu sadəcə yığılan bir maşın kimi görmək də qeyri-mümkündür. Elə bilirsən ki, bir yaradıcılıq nümunəsidir. Həm rəng baxımından, həm forma baxımından. Bu, əlbəttə ki, maşın kolleksiyoneri həvəskarlarına aid olan bir məlumatdır. Biz isə növbəti bir görüntüləri sizə təqdim edəcəyik. Qeyri-adi saç düzümləri ilə bağlıdır bu görüntülər. Bu da düşünürəm bir yaradıcılıq ola bilər. Sadəcə sıradan gündəlik saç düzümü deyil, amma bəlkə bir incəsənət növü kimi baxan saça. Xüsusilə ki, diqqət yetirmirsən. Nadir hallarda mən paytaxtımızda görmüşəm belə saç düzümü olan tək, yəni barmaq kənarda biraz qeyri-adi görünür. Hə, qeyri-adi görünür. Amma təbii ki, bu saç düzümlərində ən çox bu yaradıcılıqdır. Məncə bu artıq yaradıcılıqdır. Salonda saatlarla ərsəyə gətirirlər, amma daha sonra silirlər. Çünki küçəyə bayıra çıxmağı biraz utanırlar. Amma təsəvvür edirsən, bunu ərsəyə gətirmək üçün bəlkə bir neçə saat bunu əyləşib, bu formada, yəni bu saçlı şahmat taxtası, yəni onun üzərində belə bir figurları düzmək. Hər biri də saçdan ibarətdir. Yəni saç tükündən ibarət olan. Düşünürəm ki, ixtisasından asılı olmayaraq, kənardan insan düşünə bilər ki, bərbərlikdir, amma bərbərin də bir yaradıcı əlbəttə baxışı. Necə tortların, şirniyyatların üzərini yaradıcılıqla bəzəmirlər. Bu da ona bir ortama bərabər olan bir şeydir. Saç düzümləri qeyri-adiliyi ilə diqqəti çəkib və sosial şəbəkələrdə də kifayət qədər belə yaradıcılıq işləri əhatə dairəsi olur, səs toplayırlar. Maraqlıdır və çox həm zəhmət sərf edən, zəhmət tələb edən bir növ düşünürəm, bax bu cür ərsəyə gətirmək bu cür yaradıcılıq işlərini, amma həm də adamda bir enerji istəyir. Hansı ki, bu enerji mənbəyini gündəlik biz çalışırıq ki, rasionumuza daxil edək və onu alaq, hətta tək biz yox, əzələ toplusu yığan idmançı ordusu belə protein, zülal adlanan qida növlərinə daha çox müraciət edirlər. Çünki əslində biz daha çox zülal, protein deyəndə biz idmançıları göz önünə getiririk, amma gündəlik həyatımızda normal insan orqanizminin də tələbatı var ki, o zülallar, o proteinlər qəbul olunmalıdır. Yer gəlmişkən zülal çatışmazlığı da bir çox xəstəliklərə gətirib çıxara bilir. Hətta insan danışanda belə, düşünəndə belə kifayət qədər enerji sərf edir. Zülal isə bir orqanizmdə bərpa edici funksiyanı, inşa edici bir material kimi o enerjini yenidən bərpa etməyə bizə kömək edir. Əməkdaşımız Fidan Eldarova maraqlı bir yola çıxıb zülalların insan orqanizminə faydaları və hansı qidalarda daha çoxdur, necə qəbul eləyək? İzləyək, bilək. Zülal saç telindən dırnaqlara qədər
bütün hüceyrələrin əhəmiyyətli funksional bir struktur hissəsidir. Bədən enerjisinin təxminən 10-15%-ni qidalar yolu ilə məhz zülallardan alırıq. Onun uşaqlıq dövründə kifayət qədər istehlakı sağlam bir inkişaf üçün əhəmiyyətli hesab olunur. Bir sözlə zülalların doğru zamanda qəbulu müxtəlif yaş dövrlərində özünü mütləq şəkildə göstərir. O, toxumaların bərpasına və hüceyrələrimizin düzgün işləməsinə kömək edir. Son zamanlarda uşaqların arasında, gənclərin arasında skolyoz problemi ilə üzləşən uşaqların çoxluğunu izləyirik. Və buna da səbəb onların qida rasionunda ət və ət məhsullarının azlığıdır. Eyni zamanda zülallarımız bilirik ki, bitkisel və heyvansal olmaqla iki yerə bölünür. Bəzən olur ki, elə insanlar var ki, onlar ət və ət məhsullarını sevmirlər, qida rasionunda onlara üstünlük vermirlər. Ona görə də biz onları bitkisel zülallarla əvəz edirik. Əgər böyrək problemi ilə əziyyət çəkirsə kimsə, qırmızı əti qida rasionuna həftədə bir dəfə əlavə edə bilər. Yerdə qalan günlərdə ağ ətlərə üstünlük verə bilər və bitkisel zülallardan istifadə edə bilər. Orqanizmi ət kimi zülalla təmin edən qidalar da kifayət qədərdir. Balığın 100 qramında 26, pendirdə 32, az yağlı mal və ya dana ətində 36, yumurtada 13. Qatıqda isə 6 qram zülal olur. Bu qidaların kalori miqdarları da müxtəlifdir. Bu baxımdan səhər yeməyində mütləq keyfiyyətli zülallı qidalar, yumurta, süd və süd məhsulları, o cümlədən kəsmik və pendirin qəbul edilməsi mütləqdir. Nahar və şam yeməklərində isə qırmızı və ya ağ ət, bununla yanaşı paxlalı və dənli bitkilər tövsiyə olunur. Bunu da qeyd etmək lazımdır ki, zülaldan kifayət qədər istifadə etməmək orqanizmdə bir çox xəstəliklərin yaranmasına səbəb olur. İnsan bədəninə zülal getməyəndə qanda zülalın miqdarı düşür. Yəni albumin dediyimiz əsas bizim vacib bir zülallı maddəmiz düşür. İnsan qanında albumin düşən kimi bədəndə ödemlər müşahidə olunmağa başlayır. Yəni damarlarımızda olan maye, su bütün boşluq orqanlarına dolur. Ayaqlara dolur, şişkinlik verir, qarın boşluğuna dolur, asid verir, beyin ödeminə qədər gətirib çıxarda bilir. Ona görə zülalla qidalanma həyati vacib bir məsələdir. İnsanın gündəlik zülal qəbulu 150-200 qram civarında olmalıdır. Xüsusilə qırmızı ətdən, quş ətindən və balıq məhsullarından almaq tövsiyə olunur. 40 yaşına qədər insan mütləq ətlə qidalanmalıdır. Sağlam inkişaf üçün. 40-dan sonra isə bütün dünyada tövsiyə olunur ki, qırmızı əti azaltmaq və əvəzində meyvə, tərəvəzi, səbzələri daha çox artırmaq və zülal məhz bitki mənşəli zülallar olması tövsiyə olunur. Xüsusilə qırmızı ət insan orqanizmi üçün əsas dəmir mənbəsidir, əsas dəmir deposudur. Əvəz olunmaz amin turşularının əsas mənbəsi məhz belə deyək də qırmızı ətdəndir. Sağlam və gümrah olmaq üçün hər bir qidanın qədərində olması vacibdir. Çalışın hər zaman sağlam qalın. Fidan Eldarova, Əli Abbaslı, Səhər Çağı. Davam edirik səhər çağında və nutrisioloqlar özləri də deyirlər ki, əslində zülal kifayət qədər olmayanda insan tez-tez acıyır. Bəzən insanlar olur, deyir, yedim, doymadım. O zülallı qidalardan az istifadə edəndə, ət yeməsən? Ət yeməyəndə, yəni adam tez acır da, normal bir şeydir. Adi nə qədər yüngül kalorili bir şeylə qidalanır. Xüsusilə də beyin fiziki və xüsus beyinlə məşğul olan insanlar daha çox buna diqqət yetirməlidirlər. Necə ki, bizim qəbul və buraxılış imtahanına hazırlaşan gənclərimiz xüsusilə zülal qəbul eləməlidirlər. Düzgün diqqət yetirməlidirlər. Xəbərimiz var ki, lisey və gimnaziyalara ərizə qəbulu başlayır. Diqqətli olun dostlar. Mayın 20-sindən 2024-25-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara ərizə qəbuluna başlanılıb. Təhsil institutundan bildirilib ki, lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək. Bunun üçün valideyn və ya qanuni nümayəndə, belə deyək, şəxsi kabinetində sorğu yerləşdir bölməsinə daxil olaraq mərkəzi imtahanla, deməli, qəbul düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir. Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala müvafiq
müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyanın seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən siqnallar və standart və qeyri-standart suallar təqdim ediləcək və ərizə qəbulu mayın 20-sindən iyunun 13-nədək davam edəcək. Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahan 7 və 8-ci siniflər üzrə iyunun 21-i, 6-cı siniflər üzrə iyunun 22-si, 5-ci siniflər üzrə iyunun 23-ü həyata keçiriləcək. Hər birinizə uğurlar arzu edirik. Belə uğurlar arzulayırıq və Ən davam həyəcanlı edirik. aydır. Bəli. Demək olar qəbul və seçki imtahanları. Yəni bütün bunlar o qədər bir həyəcan yaşadır ki bizim gənclərə. Amma düşünürük ki kim hazırlıqlıdırsa o da qalib gəlir, mütləq uğur əldə edir. Sadəcə psixoloji məqamlar da var. Özünüzə güvənin, inamlı olun. Dəf edin yəni bu çətinliyi, həyəcanı. Davam edirik əziz tamaşaçılarımız. Biz tez-tez səslənirik ki, sizə bax istirahət günlərinizi yararlı şəkildə dəyərləndirmək üçün təbii ki, mədəniyyət ocaqlarına, xüsusilə teatrlara üst tutun. Amma bəzi məqamlar olur ki, elə biz özümüzdə də hər vaxt üst tuta bilmirik. Artıq o mədəniyyət ocaqlarına biz sizi səyahət etməyə dəvət edəcəyik. Yəni bizim teatr ocaqlarında xüsusilə onları canlı şəkildə tamaşanı izləmək imkanını məhz Mədəniyyət kanalı sizə yaradacaq. Bəli. Bugün də həmin o layihənin davamı olaraq Akademik Milli Dram Teatrının səhnəsində Şükriyə tamaşası nümayiş olunacaq əziz tamaşaçılar. Saat 19-da. Saat, bəli, axşam 19-da. Canlı şəkildə Mədəniyyət kanalı bunu sizə ötürəcək. 2 hissəli dramdır. Odur ki, bax, Akademik Milli Dram Teatrına üst tuta bilməyən tamaşaçılar, bu tamaşanı baxmaq istəyib də vaxt tapma imkanı olmayan tamaşaçılar Mədəniyyət kanalından canlı şəkildə izləyə bilərsiniz. Bununla yanaşı, təbii ki, digər teatrlarımızda olan tamaşaları da tez-tez nümayiş elətdiririk. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Mədəniyyət kanalının birgə layihəsi. Mədəniyyət kanalının canlı efirində əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda Cavid Zeynallının Şükriyə Tali dramı. Cavadla bəni görüşdürün. Cavad salmısan. Kəs səsini eşidə bilərlər. Bu axşam saat 19-da. Belə, efirimiz artıq yekunlaşdı. Yekunlaşdı, saat 11-ə yaxınlaşır və demək olar ki, yeni günün başlanğıcıdır əslində. Bizim üçün gün çoxdan başlayıb, amma yeni qoşulan, televiziyaya qoşulan tamaşaçılarımız düşünürük. Gün boyunca da bir-birindən maraqlı layihələr, proqramlar, verilişlərlə öz ovqatını kökləyəcək günə. Uğur arzu edirik, işiniz avamd olsun və növbəti gündə görüşmə ümidi ilə biz sizlərdən bugünlük ayrılırıq. Təşəkkür edirik əziz tamaşaçılar, bizə dəyər verib izlədiyiniz üçün və sonda Kamilə Nəbiyevanı, Azərbaycan televiziyasının solisti səhnəmizə dəvət edirik. Təşəkkürümüzü bildiririk gəldiyiniz üçün, bizimlə birlikdə ifa töhfələri paylaşdığınız üçün və sonda sizdən yenə bir ifa dinləmək istəyəcəyik.